Salam, hər vaxtınız xeyirli olsun. Deməli, çoxədlinin vuruqlara ayrılmasının müxtəlif üsulların köməyi ilə vuruqlara ayrılma bölməsini inşallah sizinlə birlikdə işləyəcəyik. Gəlin, birinci suala baxaq. Birdə nə deyir? 5m kvadratı n, hər birinin arasında vuraq var. Vuraq yazılmır. 20m n-in kvadratı. İnşallah 5-dən 20-ni götürsək, 5 ilə 4 hər zaman kiçik mötədə xaricdən çıxır. Kiçik 5-dir, 5 çıxacaq. M-dən 2 dənə, M-dən burada üstə heç nə yoxsa 1 var. M-dən 1 dənə. Hər zaman kiçik mötədə xaricdən çıxır, M çıxır. Burada N-dən üstə heç nə yoxsa üstə 1 dənə var. N-dən 1 dənə, N-dən 2 dənə. Hər ikinə kiçik, N-dən 1 dənə olduğuna görə N mötədə xaricdən çıxır. İnşallah 5M-ni nəyə vursaq 5M kvadrat N-i verər, M-ə. 5M-ni 5-i nəyə vursaq 20-ni verər 4-ə. M-i nəyə vursaq M-i verər 1-ə, 1 yazılmır. N-i də N-ə vuranda N kvadratını verəcək. Yəni 5M-ni 4-ə vur. 20mn n'in kvadratını verəcək. Cavab olacaq 5mn, m çıx 4n, yəni A variantı. Bu oldu uşaqlar, birinci sualın cavabı A variantıdır. 2 ilə bunun oxşarıdır. Gəlin üçüncü suala baxaq. Deyir 3x-in kvadratı çıx 4x, bir də çıx 7. Deyir çoxədlisini uşaqlar vuruqları ayırın. Uşaqlar vuruqları ayırma hər zaman necə olur? Ortadakını elə parçalamalısan ki, sağdan soldan çıxardanda da ortaq ifadə alınsın. Onda uşaqlar gəlin mənfi 4x-i necə parçalayaq? Necə parçalayaq? Bunu biz belə parçalaya bilərik də. Müsbət 3x çıx 7x kimi parçalaya bilərik. 3x-dan 7x çıxanda bəli 4x-i verir. Gəlin yazaq. 3x-in kvadratı mənfi 4x-in yerinə yazaq. Müsbət 3x çıx 7x. Baxın 3x-dan 4x çıxanda 7-ni verəcək. İndi bunu 2-2 qruplaşdıraq. Buradan 3x-i çıxarır, qalır x üstəgəl 1 və bu ifadədən də mənfi 7-ni çıxarsa qalacaq x üstəgəl 1 qalır. Gördünüz mü uşaqlar? Deməli 4x ilə parçaladıq ki, 3x çıx 7x kimi parçalasaq, sağdan soldan 2-2 qruplaşdırıb çıxardanda ortaq ifadə qalacaq. Yəni x plus 1 qalacaq. Və buradan da x plus 1-i mötədə xaricdən çıxarsaq, deməli burada 3x qalacaq və buradan da mənfi 7 qalır. Cavab olur x üstəgəl 1. Bir də 3x çıx 7. Yəni C variantı. Bu da oldu üçüncü sualın cavabı. Gəlin növbəti suala baxaq. Uşaqlar, növbəti sualda artıq sual burada var. Sadəcə burada 3 dənə ifadəni elə götürməliyik ki, sadəcə suala baxan kimi uşaqlar qruplaşmanı siz görməlisiniz. Məsələn, baxın 4a kvadratı, mənfi 4a, bir də 1'i. 1 yazaq. Mənfi 4a ilə müsbət 1'i 1 yazaq. Bir də mənfi 4p kvadratını ayrı yazaq. Ən sonda yazaq. Niyə? Çünki bu üçünü bir yerdə yazanda bu ifadə hansısa bir müxtəsər vurma üsulunu verəcək. 4a kvadratı 2a'nın, biri mənfi, biri müsbətsə mənfidir. Bir də 1'in bu formada mötədə xaricin kvadratını verəcək. Yəni 2a'nın kvadrat 4a kvadratı, 2a'nın 1'ə vur, mənfi 2a 2 misli 4a, bir də 1'in kvadratı müsbət 1. Bəs bu ifadə nəyin kvadratı? Uşaqlar 4 2'nin, b kvadratı b'nin mötədə xarici kvadratdır. İndi baxırıq a kvadratı çıx b kvadrat. Nə edirik? 2a çıx 1 ilə 2b-ni bir dəfə çıxırıq. Bir dəfə də 2a çıx 1 ilə 2b-ni toplayırıq. Cavablarda baxırıq ki, a-lar b-lər bir yerdə olduğuna görə gəlin a ilə b-ni bir yerdə yazaq. 2a çıx 2b mənfi 1 vuraq, arada vuraq var. Bu 2a ilə də müsbət 2b-ni bir yerdə yazsaq, 2a üstə gəlir 2b, bir də çıxaq 1. Yəni buna oxşar görək cavab hansı variantda var? Deməli 2a üstəgəl 2b-dir. Hə, 2a çıx 2b çıx 1, 2a üstəgəl 2b çıx 1. Baxın A variantı eynən bu formadadır cavab. Deməli 4-də də cavab oldu A variantı. Keçək növbəti suala. Gəlin uşaqlar 5-ci suala baxaq. 5-də nə deyir? 5-də deyir ki, a-nın üstü 4, üstəgəl a-nın kvadratı, bir də üstəgəl 1. Bunu bildik. Aha. Deyir çoxədlisinin vuruqları ayır. Burada yenə uşaqlar 2-2 qruplaşdıraq. Uşaqlar daha doğrusu necə? A üstü 4-dən 1'i 1 yazaq və a-nın kvadratını ən sağa aparaq. Aha. Uşaqlar bax bu ifadəni biz necə müxtəsər vurma üsulu kimi yazarıq? A üstü 4 nəyin kvadratıdır? A-nın kvadratını. Sonra aha. A-nın kvadratını və 1 nəyin kvadratı uşaqlar? 1 də 1'in kvadratı. Yəni bunu müxtəsər vurma üsulu kimi açsaq, a-nın kvadratının kvadratı var. Müsbət 1'in kvadratı yuxarıda var. Bir də
A kvadratını 1'ə vuranda 1A kvadratı 2 misli 2A kvadratı. Həmin 2A kvadratı geçsin deyəlim mənfi 2A'nın kvadratı yazılır. Çünki bunun açılışında A'nın üstü 4 var, üstə gəl 2A kvadrat var, bir də üstə gəl 1 var. Mənfi 2A kvadrat yazdıq ki, bunun içindəki müsbət 2A kvadratdan bu mənfi 2A kvadrat geçsin, yuxarıdakı ifadə qalsın. Bir də yazaq müsbət A'nın kvadratı. Sonra meniyək. Yenə bunu olduğu kimi yazaq. A kvadrat üstə gəl 1'in kvadratı. Uşaqlar, bu müsbət A kvadratından bu 2A'nın kvadratını çıxanda nəyi verir? A'nın kvadratından 2A'nın kvadratını çıxanda mənfi A'nın kvadratını verəcək. Və bu da bizə müxtəsər vurma düsturunu verir. A kvadrat üstə gəl 1 ilə bir dəfə A'nı çıxacağıq. Bir dəfə də A kvadrat üstə gəl 1 ilə A'nı toplayacağıq. Gəlin A'ları bir yerdə yazaq. A kvadratı mənfi A müsbət 1. Sağ tərəfdəki mötərizədə də A'ları bir yerdə yazsaq. A kvadrat üstə gəl A üstə gəl 1. Gəlin görək buna oxşar cavab hansı variantdadır? A kvadratı çıx A üstə gəl 1. Uşaqlar baxın, bu buradadır A variantında. Sadəcə vuruq bununla bunun yerləri dəyişib verilib. A kvadrat A üstə gəl 1'i 1 verib. Birinci yazımda sonda verib. A kvadrat çıx A üstə gəl 1. Yəni vuruqların yerini dəyişəndə hasil dəyişmir. Yəni 5'də də cavab uşaqlar olur A variantı. Gəlin neynəyək? Növbəti suala baxaq. Deməli növbəti sualımız 6-cı sualdır. Deyir x kvadratı vuraq, y çıx 1. Bir də çıxaq, y kvadratı vuraq, x çıx 1. Gəlin mötərizəni aşağılar açaq. Mötərizəni açaq. Bunu buna vursaq olacaq x kvadrat, x kvadratı mənfi 1'ə vur, mənfi x'in kvadratı. Bunu açaq. Y kvadrat x olacaq, mənfi y kvadratını mənfi 1'ə vur, müsbət y'in kvadratını verəcək. Sonra nə edək olur? Bu ikisini bir yerdə yazaq, bu ikisini bir yerdə yazaq. Yəni x kvadratı y ilə mənfi y kvadratı x'ı bir yerdə yazaq. Mənfi x kvadratından da müsbət y kvadratını bir yerdə yazaq. Gəlin edək. 2-2 qruplaşdıraq. Bu ikisindən x, y hasilini çıxsaq qalacaq x çıx y qalır. Burada da mənfini mötədə xaricinə çıxarsaq olacaq mənfi x'in kvadratı, mənfi y'in kvadratı. Sadəcə bu mənfini mötədə xaricinə çıxartdıq. Qaldı x, x çıx y vuraq. Bir də çıx. Bunda müxtəsər vurma düsturu kimi açsaq olar. X ilə y bir dəfə çıxarıq. X ilə y bir dəfə də toplayarıq. İnşallah hər ikisinə eyni olan vuruqlar x çıx y-dir. Təzədən x çıx y-də mötədə xaricinə çıxarsaq. Burada bir dənə x, y hasili qalır. Çıx. Burada da x üzərinə gəl y qalır. Sonra yenə yazaq. X çıx y. Burada qalacaq. X, y və burada da mötərizəni açsaq mənfi mötərizənin içinə təsir edir. Mənfi x, bir də mənfi y. Cavab olacaq bu formada. Deməli x çıx y x çıx y, x, y çıx x çıx y. Baxın, buna oxşar variant D variantındadır. X çıx y, x, y çıx x çıx y. Deməli 6-cı sualın cavabı oldu D variantı. Keçək növbəti suala baxaq. 7 bunun oxşarıdır. Gəlin baxaq 8-ə. Uşaqlar bir dənə 8-də də yenə qruplaşdırma bilməliyik. Yəni hansı ikisini bir yerdə qruplaşdırmalıyıq. Məsələn, gəlin burada baxaq. 8-ci sualın elə özü var. Hansını ikisini bir yerdə qruplaşdırsaq bizə daha səmərəli olar. Nə ilə nəyi? Aha, gəlin belə edək. Elə bu asobu yerində qalsın. 49A'nın kvadratı. Burada sadəcə nə edək olar? Baxın. Bununla bunun yerini dəyişək. Yəni mənfi 9B'nin kvadratı ilə müsbət 3BC'nin yerini dəyişək, bir də çıx 4'də1 C'nin kvadratı. Sadəcə nə ediş olur? Baxın, bununla bunun yerini dəyişdik. Gəlin nə ediş olur? 49A kvadratı yenə olduğu kimi qalsın. Və bu 3 dənə ifadədən bu mənfini mötədə xaricinə çıxarsaq, olacaq 9B'nin kvadratı çıx 3BC, bir də çıx 4'də1 C'nin kvadratına. Uşaqlar, 49A kvadrat nəyin kvadratı? 49-7'nin A kvadratda A'nın bu formada kvadratdır. Bəs mötədən içindəki ifadə nəyin kvadratdır? Bu 9B kvadratı 3B'nin kvadratdır. 4 yəni görüm. Hə, burada mənfi mötədə xaricinə çıxarılır. Uşaqlar, burada müsbət olur. Deməli 9B kvadratı 3B'nin kvadratdır və 4'də1 C kvadrat nəyin kvadratı? Müsbət 2'də1 C'nin mötədə xarici kvadratı. Gəlin baxaq. Uşaqlar, bunun kvadratı yuxarıda var. Bunun kvadratı da burada var. 3B'ni 2'də1 C'yə vursaq, bir də bunun 2 mislini götürsək, 2'lər gedir, elə 3BC qalır. Bu da var. Deməli, bu ifadənin açılışı yuxarıdakı deməli, mötərizənin içini verəcək. Onda uşaqlar, baxırıq 2 dənə ifadəni bir dəfə çıxırıq, bir dəfə də toplayırıq. Çünki müxtəsər vurma düsturudur. Deməli, neyək?
7A ilə 3B. Uşaqlar bu iki mötərizədən bir dəfə çıxsaq, çıxanda mənfi mötərizənin içinə təsir edəcək. Mənfi 3B çıx 2-də 1C olacaq. Bir dəfə də bu iki mötərizəni toplasaq olacaq 7A. Bu mənfi olacaq müsbət. Yerdə qalanda olduğu kimi qalacaq. 3B üstə gəl 2-də 1C-yə. Cavab olacaq baxın bu formada. Deməli 7A ilə 3B çıx 2-də 1C, yəni 7A ilə bu ifadəni çıxanda mənfi mötərizənin içinə təsir edir. 7A ilə də 3B üstə gəl 2-də 1C-ni də toplayanda bizə verir bu ifadəni. Deməli buna oxşar variant gəlin görək hansı variantdadır. 7A çıx 3B çıx 2-də 1C, 7A üstə gəl 3B üstə gəl 2-də 1C, yəni A variantı. Bu da oldu 8-in cavabı A variantı. Dən görüm. 7A çıx 3B çıx 2-də 1C, 7A üstə gəl 3B üstə gəl 2-də 1C. Deməli 8-də cavab A variantı tapdıq. Amma görək nəyə səhv yazmışıq ona baxaq. Hə, uşaqlar, səhv yazdığımız burada nə oldu? Baxın, burada nəyisə səhv yazdıq, amma nəyi səhv yazmışıq? Uşaqlar, burada biri mənfi, biri müsbəti olanda bu 3B çıx 2-də 1C-nin kvadratı olur. Yəni A çıx B-nin möhtədə xarici kvadratı yuxarıdakını verəcək. Onda bir dəfə bunu çıxsaq, mənfi bu mənfiyə təsir edir, müsbət olacaq olur. 7A ilə 3B çıx 2-də 1C-ni çıxsaq, mənfi möhtədən içinə təsir edəcək, bu müsbət olacaq. Bir dəfə də 7A ilə 3B çıx 2-də 1C-ni toplasaq, burada toplama olanda uşaqlar, burada yenə çıxma olacaq. Çıxma. Onda buna oxşar cavab hansıdır? Deməli A variantı deyil. Cavab olacaq 7A çıx 3B üstə gəl 2-də 1C, 7A üstə gəl 3B çıx deyən görüm. 7A üstə gəl 3B çıx 2-də 1C. Baxın Y variantıdır. 7A çıx 3B üstə gəl 2-də 1C, 7A üstə gəl 3B çıx 2-də 1C. Deməli 7-də uşaqlar 8-də cavab oldu Y variantı. Bu da oldu bizim 8 sualımızın cavabı. Sonra uşaqlar 9 ilə 10 oxşardır. 9 ilə demək olar ki 10 da oxşardır. Gəlin ikisinə birini yazaq. 9-u özünüz yazarsınız. Gəlin 10-u yazaq. Onda da uşaqlar eyni qaydada. Hansı üçünü bir yerdə qruplaşdırarıq. Baxın. 64A kvadratını olduğu kimi saxlayıram. Bu 3 dənə ifadəni uşaqlar bir qruplaşdırarıq. Çünki A çıx B-nin möhtədə xarici kvadrat, yəni B çıx C-nin möhtədə xarici kvadrat kimi ifadə var. Sadəcə eləyək, bununla bunun yerini dəyişək. Mənfi 4B kvadratını qabağa ataq, müsbət 12BC-ni sağa ataq. Bir də ən axırda da 9C-nin kvadratı yazaq. Bu da oldu 64A-nın kvadratı. Uşaqlar bu 3 dənə ifadədən mənfini möhtədə xaricdən çıxartıq. Qalacaq 4B-nin kvadratı. Mənfi mənfiyə təsir eləyər. Müsbət olar. Mənfi müsbətə təsir eləyər, yuxarıdakı mənfi olar. Bu nəyin kvadratıdır? Bu 8A-nın bu formada kvadratdır. Bəs bu nəyin kvadratdır? Uşaqlar 4B 2B-nin kvadratdır. Biri mənfi, biri müsbət olanda mənfi olur. 9C-də 3C-nin kvadratı olacaq. Bu da olacaq möhtədə xarici kvadratı. 2B-nin kvadratı yuxarıda var. 3C-nin kvadratı da var. 2B-ni 3C-yə vursaq 6BC, 2 misli 12BC yuxarıda var. İndi neyək? Gəlin bunu bir dəfə çıxaq. Uşaqlar 8A ilə 2B çıx 3C-ni bir çıxaq. Bir də 8A ilə 2B çıx 3C-ni toplayaq. Burada mənfi möhtəzənin içinə təsir edir. 8A çıx 2B üstə gəl 3C olacaq. Burada da möhtəzəni açsaq, möhtəzənin qabağı müsbətdə heç nə dəyişməyəcək. Cavab olacaq bu formada. Yəni 8A çıx 2B üstə gəl 3C, 8A üstə gəl 2B çıx 3C. Yəni olur cavab A variantı. Buna oxşar variant oldu A. Keçək növbəti suala. Uşaqlar gəlin 11-ə baxaq. Deməli 11-ci sualda deyir 4A üstü 4 üstə gəl B üstü 4. Bunu necə qruplara ayırmaq olar? Uşaqlar 4A üstü 4 nəyin kvadratıdır? 2A-nın kvadratının kvadratıdır. Bəs B üstü 4 nəyin kvadratıdır? B kvadratının kvadratı. Bunda möhtədə xarici kvadrat kimi yazsa, baxın. Bunun kvadratı yuxarıda var. Bunun kvadratı da yuxarıda var. Bir də bunu buna vursaq 2 misli 2A kvadrat B kvadrat 2 misli 4A kvadratı 4A kvadratı B kvadrat var. Yəni müsbəti ilə. Həmin müsbət 4A kvadrat B kvadrat keçsin deyəni yazırıq. Mənfi 4A kvadratı B kvadrat. Yəni bunu açsaq 4A üstü 4-dən B üstü 4 qalacaq. Bir də bunun açılışında 4A kvadrat B kvadrat var. Mənfi 4A kvadrat B kvadratları gedir. Yerdə qalacaq yenə yuxarıdakı ifadə. Yenə olduğu kimi yazaq. Bu nəyin kvadratı uşaqlar?
4a 2'nin a kvadrat a'nın b kvadrat b'nin mötədə xarici bu formada kvadrat olacaq. Onda yenə bu iki dənə ifadəni bir dəfə çıxırıq. Sonra bir dənə iki mötədəni bir dəfə də toplayırıq. 2ab. Baxırıq ki, AB-lər qabaqdadır. Onda bununla bunun yerini dəyişək. Olacaq 2a-nın kvadratı mənfi 2ab üstəgəl b-nin kvadratına. Burada uşaqlar üstəgəl var. Onu yazmamışam. Burada da yenə uşaqlar bununla bunun yerini dəyişək. Olacaq 2a-nın kvadratı üstəgəl 2ab bir də üstəgəl b-nin kvadratı. Buna da oxşar görək cavab hansı variantdadır? 2ab olan uşaqlar baxın y variantıdır. 2a kvadratı üstəgəl 2ab üstəgəl b kvadratı 2a kvadrat çıx 2ab üstəgəl b kvadrat. Sadəcə bununla bunun yerləri dəyişikdir. Vuruqların da yerini dəyişsək arada vuruq var. Bununla bunun yeri dəyişikdir. Vuruqların da yerini dəyişsək hasil dəyişməz. Gəlin 11-də cavab oldu. Y variantı uşaqlar. 12 ilə 13 oxşardır. 12 ilə 13. Gəlin 12-ni yazaq. 12-ni. Deməli uşaqlar 12-ci sualda gəlin qara ilə yazaq. Deyir 6a-nın kvadratı b üstəgəl 3a-nın kvadratı üstəgəl 3ab üstəgəl 9a-nın kubu b kvadratı üstəgəl 6ab-nin kvadratı bir də üstəgəl 9a-nın kvadratı b-nin kubuna. Uşaqlar burada 6 dənə ifadə var. 6 dənə ifadəni 2-2 qruplaşdıraq. 2-2 qruplaşdıraq. Gəlin ya da belə deyək də uşaqlar. 6'ları 1 yazaq, 3'ləri 1, 9'ları 1 yazaq. Belə daha əlverişli olacaq. Uşaqlar 6 olan ifadələri bir yerdə yazaq. Baxın. 6a kvadratı b, bir də üstəgəl 6a b-nin kvadratı. Bunları bir yerdə yazıq. 3 ilə olanları bir yerdə yazaq. 3a kvadratı üstəgəl 3ab və 9 ilə olan ifadələri bir yerdə yazaq. Müsbət 9a-nın kubu b-nin kvadratı bir də üstəgəl 9a-nın kvadratı b-nin kubu. Deməli toplamların yerini dəyişəndə cəm dəyişmir. 3'ləri 1 yazdıq, 6'ları 1 yazdıq, 9'ları 1. İndi gəlin 2-2 qruplaşdıraq. Bu ikisindən bu 2 bir də bu ikisini qruplaşdıraq. Bu ikisindən 6ab-ni çıxarsa qalacaq a üstəgəl b. Bu ikisindən də şu olar. 3a-nı çıxarsaq yenə 3a üstəgəl b qalır. Bəs bu ikisindən də 9, hər ikisində 9 var, hər ikisində a kvadratı var, hər ikisində b kvadratı var. Çıxarsaq 9a kvadrat b kvadratı, burada bir dənə a qalacaq, bir də müsbət b qalacaq. Hər üçündə şu olar, a üstəgəl b var. Hər üçündən də a üstəgəl b-ni mötədə xaricdən çıxarsaq, burada 6ab qalacaq. Burada müsbət 3a qalacaq və burada da müsbət 9a-nın kvadratı, bir də b-nin kvadrat qalacaq. Cavab olacaq a üstəgəl b. Yenə mötədə xaricdən nə isə çıxır? Nə çıxacaq uşaqlar? A üstəgəl b-ni gördük. Baxın, bu 3 dənə ifadənin içindən hər ikisinin içində uşaqlar 3a var. 3a-nı çıxarsaq, 3a-nı 2b-yə vursaq 6ab-ni verər. 3a-nı 1-ə vursaq 3a-nı verər. 3a-nı da uşaqlar 3a b-nin kvadratına vursaq yuxarıdakı ifadəni verəcək. Cavab olacaq deməli burada nə edib? Sadəcə bunu qabağa atıb 3a-nı qabağa atıb a üstəgəl b-ni burada yazıb, yerdə qalan 2b üstəgəl 1 üstəgəl 3ab kvadratına uşaqlar baxın bu formada yazır. Sadəcə 3a-nı qabağa atıb. Deməli buna da oxşar variant baxın budur. 3a a plus b 1 üstəgəl 2b üstəgəl 3ab kvadrat. Burada da uşaqlar toplanılan yerini dəyişib də. Toplanılan yerini dəyişəndə cəm dəyişmir. Yəni doğru cavab C variantı. Və 13 də bunun oxşarıdır. Gəlin növbəti suala baxaq. Növbəti sual. Deməli baxdıq nəyə? Baxdıq. Uşaqlar gəlin baxaq 14-ə. Deməli 14-cü sualda deyir 8x-in kvadratı çıx 15xy çıxaq 2y-in kvadratı. Uşaqlar bunu birinci mən sizə əmsal olaraq başa salım. Deyir vuruqlara. Deməli ortadakını parçalamalıyıq. Ortadakı necə parçalayarıq? Baxın, əmsal olaraq yazıram. Mənfi 16 üstəgəl 1 kimi yazsam, bəli, 1-dən 16 çıxanda mənfi 15-i verir. 8 ilə 16-dan 8-ini çıxarsam, mötərizənin içində 1-in 2-yə qalır. Və 1 ilə də mənfi 2-ni gördükdə baxırıq ki, elə bunun özü də 1-in 2-yədir. Deməli,
15 mənfi 15 x y necə parçalayırıq? Belə. Mənfi 16 x y üstəgəl x y kimi parçalayırıq. Yəni x y-dən 16 x y çıxanda mənfi 15 x y verir. İnşallah gəlin ki 2 qruplaşdıraq. Bu ikisindən 8 x çıxarsa qalacaq x çıx 2 y. Bu ikisindən də uşaqlar y çıxarsaq yenə qalacaq x çıx 2 y. Hər ikisində x çıx 2 y-lər var. X çıx 2 y-dən mötədə xaricində çıxarsa 8x üstəgəl y qalır. Cavab olur x çıx 2 y, bir də 8x üstəgəl y, yəni y variantı. Sadəcə vuruqların yerini dəyişib. Bununla bunun yerini dəyişib. Yenə vuruqların yerini dəyişsək hasil dəyişmir. 14-də uşaqlar cavab olur y variantı. 15-də əvvəlki sualın oxşarıdır. Sadəcə 15 deyil, mən sizə nə deyə bilərəm 15-ci sualda. 15-ci sualda uşaqlar baxın, bu üçünü bir yerdə yazırsınız. 36x kvadratı çıx üstəgəl 12x üstəgəl 1-i bir yerdə yazırsınız və mənfi y kvadratını sağa aparırsınız. Və bu ifadənin özü müxtəsər vurma düsturudur. 6x üstəgəl 1-i mötədə xarici kvadratını açılışdır, sağdakı y kvadratı. Bunu bir dəfə çıx, bir dəfə topla. Yəni 6x çıx y-ləri bir yerdə yazıb. Üstəgəl 1 çıx y, bir dəfə də 6x üstəgəl 1 üstəgəl y. Sadəcə bununla bunun yerini dəyişirsən, buna oxşar cavabda 6x çıx y üstəgəl 1, 6x üstəgəl y üstəgəl 1 A variantı. Sadəcə bu 1 ilə y-in yerini dəyişib. Keçək 16-ya baxaq. Uşaqlar 16 da əvvəlki sualın oxşarıdır. 16 birisi nəyin oxşarıdır? 16 ilə 16 ilə. Baxın 11-in oxşarlığı var. 16 ilə burada 64 A üstü 4-dür. Deməli. Bu da 4A üstü 4 B üstü 4-dür. Sadəcə 11 ilə 16 bir-birinin oxşardır. Bunu özünüz yazarsınız. Gəlin növbəti suala baxaq. Gəlin 17-ci suala baxaq uşaqlar. 17-ci sualda da nə edirik? Gəlin birinci suala baxaq. Görək bunu necə qruplaşdıraq. Birinci buna baxaq. Bunu buradan çıxarsaq, deməli, elə qruplaşdırmalıyıq ki 2-2. Gəlin birinci sualı yazaq uşaqlar özündən. Deyir A üstü 4 üstəgəl 6A'nın kubu çıx 54A, bir də daha doğrusu bir də çıx 81. Bir də çıx 81. Uşaqlar biz bunu necə qruplaşdıra bilərik? 54 ilə, gəlin belə deyək də, A üstü 4 ilə mənfi 81-i bir yerdə yazaq. Və bu ikisini də uşaqlar bir yerdə yazaq. Müsbət 6A kubu çıx 54A'nı da uşaqlar bir yerdə yazaq. Bax, bu nəyin, bax, bunun ikisini bir qruplaşdıracaq, bu ikisinə bir. A üstü 4 nəyin kvadratıdır? A kvadratının. A kvadratının kvadratıdır. Bəs 81 nəyin kvadratıdır? 81 də 9-un, mənfi 9-un mötədəsi kvadratdır. Və sağdakı bu iki ifadədən də uşaqlar 6A-nı çıxarsaq, qalacaq 6A-nı A kvadratına vursaq 6A-nın kubu, 6A-nı uşaqlar 9-a vursaq 54A-nı verəcək. Yenə bu ikisini bir, bu ikisini bir. Bu ikisini uşaqlar bir dəfə çıxaq, bir dəfə toplayaq. Bir dəfə A kvadratının 9-u çıxaq, bir dəfə də A kvadratının 9-u toplayaq. Müxtəsər vurma düsturudur. Sağdakı olduğu kimi yazaq sağdakı ifadəni. A kvadrat çox 9. Uşaqlar indi hər ikisində A kvadratı çıx 9 var. Hər ikisindən A kvadratı çıx 9-u mötədə xaricdən çıxarsaq, burada qalacaq A-nın kvadratı üstəgəl 9 və burada da qalacaq müsbət 6A. İndi gəlin eləyək. Bunu müxtəsər vurma düsturu kimi. Bu 9 uşaqlar 3-ün kvadratdır. Mötədəsiz 3-ün kvadratdır. Bu ifadə bizə verəcək A çıx 3. A üstəgəl 3. Bu ifadə isə uşaqlar bizə verəcək A üstəgəl 3-ün mötədə xarici kvadratını verəcək. A-nın kvadratı var. A-nın 3-a var. 3A, 2 misli 6A var. Bir də 3-ün kvadratı 9 var. İndi uşaqlar hamısının arasında hər bir mötədən arasında vuruq var. A üstəgəl 3-ün üzərində heç nə yoxsa üstünə 1 var. Onda A çıx 3 olduğu kimi qalacaq. A üstəgəl 3-ü A üstəgəl 3-ün kvadratına vuranda üstlərini toplasaq, əsaslar eynidir. Üstlərini toplasaq A üstəgəl 3-ün 1 ilə 2-ni toplasaq kubunu verəcək. Cavab olacaq baxın bu formada. A çıx 3 bir dəfə də oldu A üstəgəl 3-ün kubu. Varmı görək belə bir cavab? A çıx 3 A üstəgəl 3-ün kubu. Uşaqlar, Y variantı sadəcə yerlərini dəyişiblər də. A üstəgəl 3-ün kubunu sağa ataq. A çıx sola ataq, A çıx 3-ü də sağa ataq. Yəni vuruqların yerini dəyişsək hasil dəyişmir. Deməli 17-nin cavabı oldu uşaqlar Y variantı. Bu bizim 17-ci sualımızdır. Gəlin 18-də baxaq. Bunu sildik.
18-də baxaq. Uşaqlar 18-in izahatını verməmişdən qabaq nə edeyimsə. Bax zənn eləyin ki, belə bir ifadə verilib. X kvadratı çıx 6x üstəgəl 8. Biz uşaqlar bunu vuruqlara ayırsaq necə ayırarıq? Hasili müsbət 8 cəmi -6 olan ədədlər -4 ilə -2-dir. Bərabər 0. Uşaqlar indi hasil nə zaman 0-a bərabərdir? Bunların 0-a çevirən qiymət 4-dür. Bunun da 0-a çevirən qiyməti 2-dir. Yəni burada da x-in yerinə 2 yazsaq 0 olur. Bu ifadənin özündə də x-in yerinə 2 yazsaq yenə 0 olacaq. Yəni bunun mənası odur ki, x kvadrat çıx 6x üstəgəl 8-i vuruqlarını ayırsaq olacaq x çıx 4, bir də x çıx 2-dir. Yəni burada da uşaqlar x-in yerinə 2 yazsaq 0-dır. Burada da x-in yerinə 2 yazsaq 0-dır. Burada da x-in yerinə 4 yazsaq sağda 0-dır. Burada da x-in yerinə uşaqlar yenə 4 yazsaq bu ifadədə 0-dır, bu da 0-dır. Yəni bu o deməkdir ki, əgər çoxhədlinin məsələn belə bir çoxhədli verilib. Deyir 2x-in kvadratı üstəgəl 6x bir də üstəgəl m. Bunun vuruqlarından biri 2x üstəgəl 1-dirsə, o birisi vuruğu bizə lazım deyir. Deməli, bunun sıfıra çevirən qiyməti ilə bunun sıfıra çevirən qiyməti eynidir. Yəni, 2x üstəgəl 1-in sıfıra çevirən qiyməti ilə bir də 2x kvadratı üstəgəl 6x üstəgəl m-in sıfıra çevirən qiyməti eynidir. Bunun sıfıra çevirən qiyməti nədir? Biri sağa apar, -1, x bərabərdir, -1/2-yə. Yəni, -2/1. Deməli, x nəyə bərabərdir uşaqlar? -2/1-ə. Deməli, bu ifadəni sıfıra çevirən qiymət -2/1-sə, sağdakı x-in da sıfıra çevirən qiyməti -2/1-dir. Aparıb sağdakı ifadədə də x-in yeri -2/1 yazsaq, nə olacaq? 2 vuraq, -2/1-in kvadratı üstəgəl 6 vuraq, x-in yeri -2/1 yazırıq. Bir də üstəgəl m bərabər 0-a. Uşaqlar 2 vuraq, -2/1-in kvadratı müsbət 4/1 verəcək. Müsbət 6-nı -2/1-ə vuranda 2-yə böl 1, 2-yə böl 3, müsbəti mənfiyə vuranda -3 verəcək. Üstəgəl m-ə bərabər 0. Burada 2-yə böl 1, bunu 2-yə böl 2. Burada nə qaldı? 1 çıx 2, 1 böl 2 çıx 3 üstəgəl m bərabər 0. 1-i 2-yə bölsə uşaqlar 0.5-i verəcək. Çıx 3 üzərinə gəl m bərabər 0. Bundan 0.5-dən 3 çıxsaq -2.5 üstəgəl m bərabər 0-a. -2.5-də sağa aparsaq, müsbət 2.5 edəcək. Deməli, bu ifadəni sıfıra çevirən qiymətinə, bu ifadəni sıfıra çevirən qiymətini eynidir. Sıfıra çevirən qiyməti -2/1 oldu. Aparıb bu ifadənin özündə x-in yeri -2/1 yazıb m-i tapdıq. Yəni m-ni tapdıq. M-nin də qiyməti neçə oldu uşaqlar? 2.5. Bizdən m-i soruşur tap. M-in qiyməti 18-də 2.5. Və 19-da uşaqlar eynən bunun oxşarıdır. Gəlin növbəti suala baxaq. Bunu sildik. Gəlin nəyə baxaq? Gəlin baxaq. 19-u deməli yazdıq. 19 oxşardır. Gəlin 20-ci suala baxaq. 20-də nə deyir? Deməli 20-ci sualda 20-də deyir 4x-in kvadratı çıx 7xy çıxaq 36y-in kvadratı. Uşaqlar, bunun birinci vuruğu x çıx 4y-dir. Bax, A-nı ən rahat necə yaza bilərik? A-nı yuxarıda yazaq. Deməli, A-nın yerində hər hansı bir çoxhədlidir. Uşaqlar, x-i nəyə vursaq 4x kvadratını verər? 4x-a. Bəs -4y-i nəyə vursaq -36y kvadratını verər? Uşaqlar, -4y-i də müsbət 9y-ə vursaq, bəli, -4y müsbət 9y-ə vurur, -36y kvadratını verəcək. Deməli, A-nın yerində nəymiş? 4x üzərinə gəl, 9y imiş. Bu da oldu bizim A-mız. Bizdən soruşur ki, A çoxhədlisinin əmsallarının cəmi tap. Uşaqlar, A çoxhədlisinin əmsalları nədir? 4 ilə 9-dur. Əmsalları 4 ilə 9-sa cəmdə olacaq 13. Yəni, bu sualın cavabı olur 13. Bu da oldu 20-nin cavabı 13-dür. Gəlin 21-ə baxaq. 21-ə. Bunu silək. Baxdıq 21-ə. 21-də nə deyir uşaqlar? 21-də deyir ki, 6x-in kvadratı üstəgəl 7xy çıx 3y-in kvadratı bərabərdir 19-a. Deyir, bu bərabərliyin ödəyən x və y natural ədədlərinin cəmini tapın. Uşaqlar, 21-də biz birinci nə etməliyik? Bu 7xy parçalamalıyıq. Amma necə parçalayarıq? Gəlin onu fikirləşək.
7xy uşaqlar, bax əmsal olaraq deyirəm. Mənfi 2 ilə müsbət 9 kimi parçalasaq, 9-dan 2 çıxsaq, 9-dan 2 çıxsaq, müsbət 7-ni verəcək. Onda uşaqlar 6 ilə mənfi 2-ni mötədə xaricinə çıxaranda, mötədən içinə 3-ün 1-ə, 9 ilə da uşaqlar 3-ü mötədə xaricinə çıxaranda yenə 3-ün 1-ə qalır. Yəni əmsallar eynidir. Bax yenə deyirəm. Müsbət 7-ni mənfi 2 üstə gəlib 9 kimi parçaladıq. Müsbət 6 ilə mənfi 2y-dən 2-ni mötədə xaricinə çıxarsaq 3-ün 1-ə qalır. 3-ün mənfi 1-ə. Bir də müsbət 9y-lə də müsbət 9-dan da mənfi 3-də 3-ü çıxarsaq yenə 3-ün 1-ə qalır. 3-ün 1-ə nədir? Əmsallar eynidir. Onda gəlin yazaq. 6x-in kvadratı 7xy-i belə parçalayaq. Mənfi 2xy üzərinə gəl 9xy. Yəni 9xy-dən 2xy çıxanda 7x, müsbət 7xy verir. Bir də çıx 3y-in kvadratı bərabərdir 19-a. İndi bu ikisini qruplaşdırsaq 2x-i mötədə xaricinə çıxarsaq qalacaq 3x çıx y və bu ikisindən də uşaqlar 3y çıxarsaq yenə qalacaq 3x çıx y bərabərdir 19. İndi uşaqlar gördünüzmü? Əmsallar 3-ün 1-ədir. Bax, əmsal 3-ün 1-ənin mənası buydu. İndi bu 2 dənə ifadədən də uşaqlar 3x çıx y çıxarsaq, burada qalacaq 2x, burada da qalacaq müsbət 3y bərabərdir 19. Bəs uşaqlar 2. Deməli bu da natural olmalıdır. Çünki şərtdə deyir ki, x və y naturaldır. Gəlin yuxarı silək. Yuxarı silək. Bizdə şərtdə nə deyir? Şərtdə deyir ki, x və y. Uşaqlar x və y naturaldırsa, onda deməli bu da natural olmalıdır ki, naturala vuranda 19 natural ədəddir. Natural versin. Deməli uşaqlar, hansı natural ədədin hasili 19-u verər? 19 sadə ədəddir. Deməli bu mənfi ilə olana 1 yazarıq, müsbətlə olan 19 yazarıq ki, 1 ilə 19-un hasili 19-u versin. Deməli indi 3x çıx y-i 1-ə bərabər 1 götürürük və 2x üzərinə gəl 3y-ə də 19 deyirik. Niyə uşaqlar? Yuxarıdakını altına toplayanda y-dən getməyini istəyiriksə 3-ə vururuq sağlı sollu. 3x 3-ə vur 9x. Mənfi y 3-ə vur mənfi 3y. Biri də 3-ə vur 3. Aşağıdakını olduğu kimi saxlasaq. Gəlin altını toplayaq. Topladıq 11x. Y-lər getdi. Sağ tərəf topladıq 22. X-in qiyməti oldu 2. 22-ni 11-ə böl 2. İndi uşaqlar aparıb x-in yenə 2 yazsaq. Baxın 3-ü 2-yə vur 6. 6-dan y çıxsa 1-i verirsə 1-i sola gətir 5. Y-də sağa apar y. Deməli x-in qiyməti 2-dir. Y-in də qiyməti 5-dir. Amma bizdən nəyi soruşur? X və y natural ədədlərinin cəmini tap. Onda bizdən x ilə y-in cəmini tap deyilsə, x-in qiyməti 2-dir, y-in qiyməti 5-dir. Yəni toplasaq nəyi verir? 7-ni verir. Bu sualın cavabı oldu uşaqlar 7. Keçək növbət suala. Deməli 21-də uşaqlar cavabı 7-dir. Gəlin görək hansı suallar oxşardır. Eyni sualları dəfələrlə yazmayaq uşaqlar. Deməli 21-i yazdıq. Paşlı demək olar ki, elə 22 ilə 20 oxşardır da. 22 ilə 20 oxşardır. Hansını yazaq? Demək olar ki, eyni suallardır. Gəlin uşaqlar 22-ni yazaq, yoxsa 23-ü? Demək olar ki, mənacı eynidir. 22 yoxsa 23. Gəlin 22-yə baxaq. 22 özünüz yazarsınız. Uşaqlar 22-ci sualda deyir a üstü 6 çıx 5a-nın kubu. Çıx 24. Bu çox ədini vuruqları ayrıblar. Bir vuruğu a kubu üstə gəl 3 olub. Bir vuruğu a çıx 2 olub. O biri vuruğu bilmirik nədir. B-ni yuxarıda yazırıq ki, B-nin yerində hər hansı bir çox ədlidir. Deyir B çox ədlisinin əmsallarının cəmini tap. Uşaqlar əvvəla mən 22 dedim də, 22-də. Əvvəla uşaqlar 22-də nə eləyək? Bu 5a kubunu uşaqlar gəlin parçalayaq. Necə parçalayaq? 5-i müsbət 3 çıx 8 kimi parçalasaq, 3-dən 8 çıxsaq mənfi 5-i verir. Baxın, buradan, bununla əmsal 1-dir, burada 3-dür. Əmsal 1-in 3-ə qalır. Buradan da 8 ilə də mənfi 24-dən 8-i çıxarsaq yenə 1-in 3-ə qalır. Deməli, doğrudur. A üstü 6, mənfi 5a kubunu belə parçalayaq. 3, müsbət 3a-nın kubu çıx 8a-nın kubuna. Uşaqlar 3a kubundan 8a kubunu çıxanda bizə mənfi 5a kubunu verir. Çıx 24.
Bu ikisini bir qruplaşdıraq, bu ikisini də bir. Bu ikisindən uşaqlar 3, daha doğrusu A-nın kubunu çıxarsa qalacaq A-nın kubu. Bir-birinə vursaq A üstə 6-nı verir, bir də üstə gəl 3 qalır. Bu ikisindən də uşaqlar -8-i çıxarsa qalacaq A-nın kubu çıx, üstə gəl 3 qalacaq. -8 3-ə vursaq -24. İndi hər ikisinə eyni olan ifadə uşaqlar A kubu üstə gəl 3-dür. O biri mötərizənin içində qalır A-nın kubu çıx 8. 8-də yazırıq 2-nin kubu kimi. Onda biz bunu necə yazırıq? A-nın kubu üstə gəl 3 qalsın. O biri mötərizənin içində A çıx 2. A kubu çıx 2-nin kubunun açılışı nə idi? A çıx 2, bir də A-nın kvadratı üstə gəl 2A, bir də üstə gəl 4. Baxırıq ki, A kubu üstə gəl 3 burada var. A çıx 2 də burada var. Deməli, B-nin yerində şola baxın bu ifadədir. Deməli, B nəyə bərabərdir? A-nın kvadratı üstə gəl 2A, bir də üstə gəl 4. Bizdən soruşur, B çoxhədlisinin əmsalları cəmi. Baxın, B çoxhədlisinin əmsallarının cəmini tapış olar. A kvadratın qabağında heç nə yoxsa əmsal 1-dir. Buradakı əmsal 2-dir. Bu sərbəst həddin əmsalı 4-dür. Onda B çoxhədlisinin əmsalları cəmi 1, 2, 4-ün cəmi bizə verəcək 7-ni. Yəni bu sualın cavabı 7-dir. Burada da demək olar ki, eyni sualdır. Məsələn, belə fikirləşin də. Təsəvvür edin ki, bu formada 25A kubunu parçalamısınız 23-də. Deyək ki, elə bu ifadə alınıb. Məsələn deyək. Px-in yerinə hansı çoxhədliymiş? Deyək ki, x-dən olacaq da bu. X-in kvadratı özümdən yazıram amma 2x üstə gəl deyək ki, 4 alınıb. Məsələn. Birdən P1 əvvəla Px çoxhədlisini tapmalısınız. Tapandan sonra aparıb x-in yerinə 1 yazmalısınız. Burada da x-ların yerinə 1 yazıb P1-in qiymətini taparsınız. Eyni şeydir. Sadəcə buradakı 25A kubunu elə parçalayın ki, Px çoxhədlisini tapın. Px çoxhədlisini tapandan sonra x-in yerinə 1 yazın, P1-i tapın. Yəni ona görə bir-birlərinə oxşar sualdır. Gəlin növbəti suala baxaq. Bunu sildik. Uşaqlar, 24 ilə 26 oxşardır, 25 oxşardır. Amma gəlin 25 yazaq. Çünki eyni sualdır. Sadəcə 25-də bir balaca, 24 biraz rahatdır, 25-də biraz fərqli ifadə. Fərqlik nədir? 25-in sualda deyir A üstə 6 üstə gəl 10A-nın kubu, 10A-nın kubu üstə gəl 16. Uşaqlar, əvvəla buradakı 10A kubunu necə parçalayaq? Müsbət 2A-nın kubu üstə gəl 8A-nın kubu. Və 10A kubunu belə parçaladıq, bir də müsbət 16. Çünki buradan əmsal A kubunu çıxanda əmsal 1-in 2-yədir. Buradan da 8-i çıxarsaq yenə 1-in 2-yə qalır. Onda bu iki ifadədən A kubunu çıxarsa qalacaq A kubu. A kubunu A kubuna vur A üstə 6. A kubunu 2-yə vur 2A kubu. Buradan da 8-i çıxarsaq qalacaq A kubu. 8-i 2-yə vur 16. Təzədən A kubu üstə gəl 2 mötədə xaricdən çıxarsaq o biri mötədənin içində A-nın kubu qalır. Bir də müsbət 8 qalır. Və 8 də şu olur müsbət 2-nin kubudur. Onda biz bunu vuruqlara ayırsaq, üstə gəl 2, bir dəfə A ilə 2-ni toplayacağıq. Sonra bir dəfə də A-nın kvadratı çıx. Bunu buna vurmasını ikimizdir 2A, bir də üstə gəl 2-nin kvadratı 4-ü verəcək. Bura qədər bildik. Deməli, şola 1-də bu hələ 25-in birincisidir. Deməli, 25-in birincisinə bunu vuruqlara ayırdıq, bizə verdi bunu. Və gəlin variantlara baxaq. A kvadratı çıx 2A üstə gəl 4 varmı? Bəli, var. Deməli, bu ifadənin özü şola baxın buna bölünür. Yəni, A kvadrat çıx 2A üstə gəl 4-ə bölünür. Bu nə deməkdir? Yəni, bu ifadəni A kvadratı çıx 2A üstə gəl 4-ə bölsək, elə bununla bu ixtisar gedir, yəni buna bölünür. Bu ifadə A kvadrat çıx 2A üstə gəl 4-ə, yəni tam bölünür. Deməli, 1-ə aiddir hələ ki C variantı. Bu bizim birincimiz. Sonra, hələ ki burada heç nə yoxdur. Keçən növbətiyə baxaq. Gəlin 25-in ikincisinə baxaq. 25-in uşaqlar ikincisində nə deyir? İkincisində deyir ki, A üstü 4, çıx A-nın kvadratı, çıx 4A, bir də çıx 4-ə. Uşaqlar neyini? Bu A üstü 4-ü yazaq A-nın kvadratının kvadratı kimi. Və bu 3 dənə ifadəni bir yerdə yazıb mənfili mötədə xaricdən çıxarsaq, olacaq A-nın kvadratı üstə gəl 4A, üstə gəl 4 olacaq. Sadəcə mənfili mötədə xaricdən çıxartdıq. Bu da bizə verəcək A-nın kvadratının kvadratı. Bəs mötədən hansı müxtəsər vurma düsturudur? A üstə gəl 2-nin mötədə xarici kvadratı. A-nın kvadratı 2A-nın kimisi 4-ə, bir də müsbət 4 var. Onda bunu bir dəfə çıxaq. A kvadratının A plus 2-ni çıxanda olacaq A çıx 2 olacaq. Mənfi mötədən içinə təsir edəcək. Bir dəfə də A kvadratının A plus 2-ni toplayanda olduğu kimi qalacaq. Deməli, bunu da vuruq oldu belə. Deməli, şolar ikincidə 1-ə C aiddir, bunu bildik. İkincidə şolar bunu vuruqlara ayırdıq, oldu bu formada. Və bizə nə deyir? Aha, baxırıq ki, A kvadratı çıx, üstə gəl A, üstə gəl 2-yə. 2 varmı? Bəli, var. Baxın.
Deyib bu ifadə a kvadrat üstəgəl a üstəgəl 2-yə bölünür. Bəli, bu ifadəni elə bunun özünə bölsə gedir, bölünür. Deməli, burada uşaqlar 2 aiddir B variantı. Bir də uşaqlar, bax burada məsələ nədir? Hasili -2, cəmi -1 olan ədəd varmı uşaqlar? Var. -2 ilə -1. Yəni -2 ni -1-ə vur. -2 cəmdə -1 verir. Bəs hasili -2, cəmi -1 olan ədəd varmı? Xeyr, yoxdur. Burada artıq yoxdur. Deməli, bunu da vuruqlara ayırsaq, sağ tərəfi vuruqlara ayırmaq olmur. Sağ tərəf olduğu kimi saxlasaq, a kvadrat üstəgəl a üstəgəl 2 kimi saxlasaq, sadəcə sol tərəfi vuruğa ayırdıq. Sağ tərəfi vuruğa ayırmaq olmur. Baxırıq ki, bu ifadənin özü həm də nəyə bölünür? Baxın, açıq 2-yə bölünür. Yəni, bu ifadənin özünü açıq 2-yə bölmək olur. Açıq 2-lər gedir. Deməli, burada 2-yə həm də nə aiddir? Y variantı aiddir. Deməli, 1-ə C, 2-yə nəyə səhv yazdıq burada? 1-ə C, 2-yə B-yə yazdım. 300 mi yazdım, səhv mi yazdım? Çıx 2. Bəli, 1-ə. Deməli, bu neçən sualdır? 25-dir. Deməli, 1-ə 25-də 1-ə C aiddir, 2-yə B-yə aiddir. Düz yazmışıq, bəli. Gəlin 3-cüyə baxaq. Gəlin 3-cüyə baxaq uşaqlar. 25-in 3-cüsündən olacaq. 25-in 3-cüsündə yenə bunu olduğu kimi yazaq. 3-cüsündə. Deməli, A üstü 4 çıx A-nın kvadratı. Üstə gəl 4A, bir də çıx 4. Uşaqlar, bu ifadə nədir? A kvadratının kvadratıdır. Bir də bu ifadəni müxtətə vurma düsturu kimi yazsaq, mənfi mötədə xaricdən çıxarsaq, -2A, bir də üstəgəl 4 olacaq. Daha doğrusu, -4A üstəgəl 4. Sadəcə bu ifadədə mənfi mötədə xaricdən çıxartır. Bu da oldu A kvadratının kvadratı və bu ifadənin özü də A çıx 2-ni mötədə xarici kvadratını verəcək. Neyniyək? Bu 2 dənə ifadəni bir dəfə çıxaq. Çıxanda mənfi mötədiyə tərəf edir, müsbət 2. Bir dəfə də A kvadratının A çıx 2-ni toplasaq, olacaq A çıx 2-yə. Gəlin görək varmı? A kvadrat çıx A üstəgəl 2. Var burada? Bəli, var. Deməli, bu ifadəyə bölünür. Doğrudur. 3-ə aiddir A variantı. 3-ə aid uşaqlar A variantı. 3-ə A variantı aiddir. Və bir də başqa görək nə var? Bir də uşaqlar vuruqlara ayıraq. Hasili müsbət 2, cəm -1 olan ədədlər hansı ədədlər olar? Elə ədəd yazmalıyıq ki, burada elə bir ədəd yoxdur. Bəs burada hasili -2, cəmi müsbət 1 olan ədəd varmı? Bəli, var. Onda uşaqlar sol tərəf vuruq ayırmaq olmur. Sağ tərəf vuruq ayırsaq, hasili -2, cəmi müsbət 1 olan ədədlər uşaqlar müsbət 2 ilə -1-dir. Aha. Burada da baxırıq ki, bəli, A çıx 1-ə, bu ifadənin özü uşaqlar, baxın, A çıx 1-ə tam bölünür. Deməli, 3-ə də aiddir uşaqlar D variantı. Gəlin qırmızına yazaq. Deməli, 1-ə C aid idi, 2-yə B, Y aid idi, 3-ə də A və D aiddir. Deməli, 1-ə C, 2-yə B, Y, 3-ə A, D. Bəli, bu da oldu 25-in cavabı. Keçək növbəti suala. İnşallah, necə vuruqları ayırmaq olur? 26-cı sualda, yəni hansını vuruqları ayırmaq olur? Hansı, məsələn, bu formada kvadratik tənliyi vuruqları ayırmaq olmur. Onu mən sizə 26-cı sualda izahatını verəcəm. Bunu sildik. Hə, uşaqlar, 26-ya baxaq. 26-da çoxhədlinin nə zaman vuruqları ayırmaq olur? Uşaqlar, çoxhədlidə 26-da çoxhədlidə uşaqlar diskriminant 0-dan böyük bərabər olanda bu zaman həmin kvadrat tənliyi vuruqlara ayırmaq olur. Vuruqlara ayırmaq olur. Yəni, kvadratik tənlikdə diskriminant 0-dan böyük bərabərsə vuruqlara ayırmaq olur. Əvvəl uşaqlar, diskriminantik tənliyin düsturunu yazaq. Düstur belədir. AX kvadratı üstəgəl BX üstəgəl C. Bir diskriminant necə tapırdıq? Deməli, B-nin yerində nədir? B-nin kvadratı çıxaq 4AC. Baxın, bu diskriminantın tapılmasıdır. Gəlin birə baxaq. X kvadratı üstəgəl MX üstəgəl 4. Əgər bunu vuruqlara ayırmaq olursa, deməli, burada diskriminant 0-dan böyük bərabər olmalı. Gəlin diskriminant tapaq. Uşaqlar, A-nın yerində heç nə yoxsa 1 var. Bu B-nin yerindədir, bu da C-nin yerindədir. Aparıb həmənki düstura görə yazsaq, B-nin kvadratı, yəni M-in kvadratı çıx. 4-ü vuruq A-ya, 1-ə, 10 da vuruq C-yə, yəni 4-ə. Onda uşaqlar, diskriminantımız oldu. M kvadratı çıx 16. Uşaqlar, diskriminant nə olmalıdır? Diskriminant tapdıqsa, diskriminant 0-dan böyük bərabər olmalıdır. Bunu da 0-dan böyük bərabər eləsək, kvadratik tənlikdir, baxın. Kvadratik tənlik 0-dan böyük olanda, 0-a çevirən uşaqlar, M kvadrat çıx 16-nın 0-a çevirən qiyməti, M kvadratdan 16-nı çıxsaq, 0,
m kvadrat bərabərdir 16, m bərabərdir müsbət 4, m bərabərdir mənfi 4. Uşaqlar, kvadratik tənlik əgər sıfırdan böyük, sıfıra çevirən qiymətləri yazıq. Kvadratik tənlik sıfırdan böyük olanda sağdan sola alır. Sağdan sola nə deməkdir? Mənfi sonsuzdan mənfi 4-ə birləşdi və mənfi 4-ün özündə olur. Bəli, mənfi 4-ün özündə olur uşaqlar. Mənfi sonradan mənfi 4-ə, bir də müsbət 4-dən müsbət sonsuzluğa. Yəni, kvadratik tənlik ola baxın, sıfırdan böyük bərabərdir. Sıfırdan böyük bərabər olanda sağdan sola alır. Yəni, mənfi sonsuzdan mənfi 4-ə, 4-dən müsbət sonsuzluğa. Deməli, m-in yerinə bu ifadə, m-ə bu aralıq daxil olursa, deməli, vuruqları ayırmaq olur. Baxaq uşaqlar, mənfi sonsuzluqdan mənfi 4-ə, 4-dən müsbət sonsuzluq olduqda vuruqları ayrılır. Bəli, deməli, 26-da bir də nağdı y aiddir. Bir də y aiddir. Uşaqlar, mənfi 4 ilə 4 olanda vuruqları ayırmaq olursa, mənfi 4 ilə 4 daxildir. Onda mənfi 4-ün özünü götürmürük. Bir də müsbət 4-ün özünü götürmürük. Çünki mənfi 4 olanda da, müsbət 4 olanda da vuruqları ayırmaq olur. Mənfi 4-dən 4-ə sağdan sola, sağla sol olanda vuruqları ayrılır. Amma ortadakı ədədlər olanda vuruqları ayrılmır. Mənfi 4-dən 4 aralıq olanda isə vuruqlara ayrılmır. Ayrılmır. Deməli, bir də uşaqlar bax, bura nə aiddir? Mənfi 4-dən 4 olduqda vuruqlara ayrılmır. Deməli, biri həm də nə aiddir? C aiddir. Deməli, uşaqlar, biri aid oldu C və Y. Gəlin bunun ikincisine baxaq. İkincini daha sürətli deyək. Uşaqlar, ikincidə nədir? İkincidə nə deyir? Deyir 26-ın ikincisine. Deyir x-in kvadratı üstəgəl 4x üstəgəl m. Gəlin bunun diskriminantında bax, diskriminant b-nin kvadratı, yəni 4-ün kvadratı 16, çıx 4-ü 1-ə vur 4, 10 da m-ə vur 4m. Deməli, diskriminant sıfırdan kiçik bərabər olan, sıfırdan böyük bərabər olanda vuruqlara ayrılır. Burada uşaqlar 16, 4m-i sağa aparsaq müsbət 4m, 4-ə böl 4, 4-ə böl m. Deməli, uşaqlar m-in qiyməti, uşaqlar 4-dən kiçik bərabər olanda vuruqlara ayrılır. Yəni, mənfi sonsuzdan 4 daxil olmaqla olduqda, yəni 4-dən kiçik olduqda vuruqları ayrılır. Deməli, burada da m-ə daxildir. Mənfi sonsuzdan 4 olduqda vuruqları ayrılır olan B variantıdır. Deməli, 2-yə də aiddir uşaqlar B variantı. 1-ə 26-da 1-ə CY, 2-yə hələ ki B variantı aiddir. Gəlin bir dənə üçüncüdə bu formada sürətli yazaq. Bəs uşaqlar, 3-də necədir? 3-də deyək ki, x-in kvadratı çıx 4x çıx m-in kvadratı. Burada da diskriminant 4-ün kvadratı 16, çıx 4-ü 1-ə vur 4, 10 da c-yə, yəni m kvadratına vuranda müsbət 4 m-in kvadratı. Sıfırdan böyük bərabər olanda. Gəlin bununla bunun yerini dəyişək. 4m kvadratı plus 16 sıfırdan böyük bərabərdir. Uşaqlar, kvadrat, bax bu kvadrat hər zaman müsbət ədəddir. Yəni m-in yerinə istəyirsən mənfi yaz, istəyirsən müsbət yaz, müsbət. Müsbətin də üzərinə 16 gələndə yenə müsbət verir. Deməli bu ifadənin özü müsbətdir. Uşaqlar, onda belə çıxır ki, m-in yerinə nə yazırsan yaz, onsuz da müsbət olacaq. Yəni sıfırdan böyük olacaq. Deməli m-in istənilən qiymətində vuruqlara ayırmaq olur. Deməli 3-ə də aiddir A variantı. Deməli cavabı yazdıq. 1, 2, 3. 1-ə CY, 2-yə B, 3-ə aiddir A variantı. Bu da oldu 26-cı cavabı. CY, B, A. Sonra və uşaqlar 27 bunun oxşarıdır. Gəlin 28-ci suala baxaq. 28-də nə deyir? 28-nin birincisinə baxaq uşaqlar. Deyir A və B çoxhədlilər üçün uyğunluğu deyir müəyyən edin. Gəlin birincisinə baxaq. 3x-in kvadratı üstəgəl 10xy üstəgəl 7y-in kvadratı. Uşaqlar bu 3 ilə 7-ni toplayanda 10-u verirsə, deməli 10-u necə parçalayırıq? 3 ilə 7-nin cəmi kimi. Yəni 3x-in kvadratı 10xy də belə parçalayırıq. 3xy üstəgəl 7xy. Yəni 3xy ilə 7xy toplayanda 10xy verir. Bir də üstəgəl 7y-in kvadratı. Yenə 2-2 qruplaşdıraq. 3x-i çıxarsa qalacaq x üzərinə gəl y. Buradan da uşaqlar 7y çıxarsaq yenə x üzərinə gəl y alınır. Deməli, təzədən x üzərinə gəl y-də mötədə xaricdən çıxarsaq, burada qalacaq 3x, burada da qalacaq 7y. Baxırıq ki, bəli, bunun vuruqları ayırdıq. Şərtə baxın, deyir, bunun vuruqları ayıranda A vur B-ni verir. Yəni, x üzərinə gəl y-dir, 3x üzərinə gəl 7y-dir. Deməli, bunun biri A-dır, biri B-dir. Deməli, bunun biri A-dır, uşaqlar, biri də B-dir. Biri də B-dir. Bizdən nəyə soruşur? Deməli, A çoxhədlisinə fərqi yoxdur. Yerlərini dəyişdə yazsız yenə incavab olacaq. A-nın yerinə x üzərinə gəl y yazaq. B-nin də yerinə 3x üzərinə gəl 7y. Uşaqlar nə deyir? A-ya baxaq. A və B çoxhədlilərin dərəcələri fərqli ədədlərdir. Uşaqlar, A-nın dərəcəsi, çoxhədlisinin dərəcəsi 1-dir. Və A-nın əmsalları
Əmsalı. Əmsal. Burada da 1 var, burada da 1 var. Əmsalı 1 ilə 1-dir. 2 dənə əmsal var, 1 və 1. Sonra B çox əddisinə baxaq. B çox əddisinin dərəcəsi uşaqlar ən böyük dərəcə ilə 1-dir. Bəs B çox əddisinin əmsalı neçədir? Əmsal 3 və 7-dir. Şərtdə nə deyir? A və B bərabər çox əddilərdir. Xeyr. A və B çox əddilərin sərbəst əddiləri fərqli əddilərdir. Ümumiyyətlə sərbəst əddiləri yoxdur. Sonra A və B çox əddilərin dərəcələri 2-yə bərabərdir. A-nın dərəcəsi 1, B bu da aiddir. Bir də uşaqlar Y-yə baxaq. A və B çox əddilərin əmsallarının cəmi 12-yə bərabərdir. Bəli. A və B deməli bura yalnız Y aiddir. Niyə uşaqlar? Deyir A və B çox əddisinin əmsallarının cəmi 12-yə bərabər. Uşaqlar A-nın əmsalları cəmi baxın 1 ilə 1-i toplasaq 2-ni verəcək. B-nin əmsalları cəmi uşaqlar 3 ilə 7-ni topla 10-u verəcək. Deməli A və B çox əddilərin əmsalları cəmi, həm A-nın əmsalları cəmi, həm B-nin əmsalları cəmi bizə nə verəcək? 12-ni verəcək. Cəmi 12 verəcək. Aiddirmi? Bəli. Deməli 1-ə nə aiddir? Nə aiddir? Y variantı aiddir. Bu oldu 28-də Y variantı. Yəni 1-ə aiddir Y. Keçək ikinciyə baxaq. Bunu sildik. Keçdik bunun ikincisinə. İkinci necə yazarıq uşaqlar? Yenə yazaq. 26, 28-in ikincisinə yazırıq. A üstü 6 çıx 6A-nın kubu çıx 16. Uşaqlar -6A kubunu necə parçalayaq? Bunu belə parçalayaq. 1-in 2-yə nisbət olsun deyinə yazaq. Müsbət 2A-nın kubu çıx 8A-nın kubunu. Bəli, 6A kubu 2A kubu çıx 8A kubu yazsaq -6A-nın kubunu verəcək. Çıx 16. Bu ikisindən uşaqlar A-nın kubunu çıxarsaq qalacaq A-nın kubu üstəgəl 2. Və bu ikisindən də -8-i çıxarsaq qalacaq A-nın kubu üstəgəl 2-yə. Təzədən hər ikisindən A kubu üstəgəl 2-ni çıxarsaq qalacaq bu mötərizənin içində A kubu, burada da -8. A-nın kubu, bir də -8. Və yenə yazaq uşaqlar. A-nın kubu üstəgəl 2. Bir də uşaqlar bu 8 necə yazarıq? 2-nin kubu kimi yazarıq. Onda olacaq A-nın kubu çıx 2. Daha doğrusu A kubu çıx 2-nin kubu. Deməli buradakı 8-in yerinə uşaqlar yazdıq 2-nin kubu. Deməli 2-nin kubunu da belə yazırıq da. Kubunu da silim. Deməli A ilə 2-ni bir dəfə çıxırıq. O birisi mötərizənin içində A-nın kvadratı üstəgəl 2A üstəgəl 4. Onda uşaqlar aparıb bunu vuruqları ayırsaq deməli bizə nə verir? A-nın kubu üstəgəl 2, o biri mötərizənin içində A çıx 2, bir də A-nın kvadratı üstəgəl 2A, bir də üstəgəl 4. İndi şərtə baxaq. Bax deyir, bu çox əldisi A ilə B-nin yerində budur. Burada uşaqlar A kvadratı üstəgəl 2A üstəgəl 4 var. Bu bizə lazım deyil. Bununla bu üstə xətt çəkdik. Eyni ifadədir. Deməli bunlardan biri A'dır, bunlardan biri B-dir. Onda yazaq A kubu bizə versin A-nın kubu üstəgəl 2. B çox əldisi də bizə versin A çıx 2-yə. Gəlin görək nə deyir? Gəlin görək nə deyir uşaqlar? Necə yazarıq bunu? A-nın uşaqlar dərəcəsi, dərəcə ən böyük dərəcə 3-dür. A-nın əmsalları isə, əmsal isə burada 1 var, burada da 2 var. Əmsal 1 və 2-dir. B-nin dərəcəsi 1-dir, 1-dir. Bir də B-nin əmsalları 1 və -2-dir. B-nin də əmsalı 1 və bir də -2-dir. -2-dir. Bizə nə deyir? A və B çox ədədlərinin dərəcələri fərqli ədədlər. Düzdürmü uşaqlar? Bəli. A və B çox ədədinin dərəcələri fərqlidir. Çünki A-nın dərəcəsi 3-dür, B-nin də dərəcəsi 1-dir. Onda olacaq A və B çox ədədlərin dərəcələri fərqli ədədlərdir. Bəli, A-nın dərəcəsi 3, B-nin dərəcəsi 1 olduğuna görə dərəcələr fərqli ədədlərdir. Deməli 2 aid A variantı. Sonra nə deyir? Bir də uşaqlar baxın. A və B çox ədədlərin sərbəst ədədləri fərqli ədədlərdir. Uşaqlar, A-nın sərbəst ədədi neçədir? Müsbət 2. Bəs B-nin sərbəst ədədi neçədir? -2-dir. Onda A və B çox ədədlərinin sərbəst hədləri də fərqli ədədlərdir. Birində müsbət 2-dir, birində -2. Deməli sərbəst ədədləri fərqli ədədlərdir. Deməli burada 2 aid həm də C variantı. Deməli oldu 1-ə Y, 2-yə AC. 1-ə Y, 2-yə AC. Gəlin 3-ə baxaq. Uşaqlar 3-də də necə yazarıq? Bunu silək. 3 də belə olacaq. Deməli A üstü 4 üstəgəl 6A-nın kvadratı üstəgəl 9. Bu artıq müxtəsər vurmaq üstüdür. Məsələn, bu nəyin kvadratdır? A-nın kvadratı. Bu nəyin kvadratdır? Hər ikisində müsbət var, 3-ün kvadratı. Deməli, mötədə xarici kvadratdır. Bunun kvadratı var. 3A kvadratına vur. 3A kvadratı 2 misli 6A kvadrat, bir də 3-ün kvadratı 9 da var. Füsuş olur. Deməli, biz bunu həm də necə yaza bilərik?
a kvadrat üstəgəl 3, bir də vuraq a kvadrat üstəgəl 3. Eyni ifadəni bir-birinə vursaq, yenə eyni mötədənin kvadratını verəcək. Deməli, baxırıq uşaqlar, bu ifadənin özü, qırmızı nə yazaq? Deməli, bu ifadənin özü a vur b-dir. Deməli, bunun yerində a-dır, bunun da yerində b-dir. Baxırıq ki, a ilə b-nin hər ikisi eyni çoxəddilərdir. Yəni, a da a kvadrat üstəgəl 3-ə bərabərdir, b də a kvadrat üstəgəl 3-ə bərabərdir. Deməli, eyni çoxəddidir. Gəlin variantlara baxaq. Variantlarda nə deyir? A və B çoxəddiləri bərabər çoxəddilərdir. Bəli. Hər ikisi eyni olduğuna görə bərabərdir. Deməli, 3-ə aid B variantı. Sonra başqa nə variant qalır? Bir də D variantı qalır. Deyir, A və B çoxəddilərinin dərəcələri 2-yə bərabərdir. Bəli. A-nın da dərəcəsi 2-dir. B-nin də dərəcəsi 2-dir. Deməli, onda olacaq A və B çoxəddilərinin dərəcələri 2-yə bərabər. Deməli, 3-ə də aid olar D variantı. Deməli, 1-ə Y, 2-yə AC, 3-ə də B, D aiddir. Bu da oldu bizim 28-ci sualın cavabı. Keçən növbəti suala. Hə, uşaqlar, bax. 29-cu sual 28-in oxşarıdır. 29 bizə lazım deyil. Gəlin 30-a baxaq. 30-dan inəyək. 30-un birincisində bu ikisini bir qruplaşdıraq, bu ikisini bir qruplaşdıraq. Məsələn, bu ikisini nəyi çıxardaq mötədə xaricini? A-nı. Qalacaq A üstəgəl 5x üstəgəl bu ikisindən isə uşaqlar nəyi çıxardaq mötədə xaricinə? 3-ü. Qalacaq A üstəgəl 5x. Onda hər iki ifadənin içində olan, hər iki eyni ifadə olan A üstəgəl 5x-dir. A üstəgəl 5x-də çıxarsaq, burada A qalacaq, burada da müsbət 3. Yəni, o bir mötədənin içində A üstəgəl 3. Deməli, uşaqlar, baxaq, variantlara baxaq. A üstəgəl 5x içərlisinə bölünür. Yəni, bu ifadənin özü A üstəgəl 5x içərlisinə bəli bölünür. Deməli, 1-ə nə aiddir uşaqlar? C variantı. Bu oldu bizim birincimiz. Deməli, 30-da 1-ə C. Sonra bir də A üstəgəl uşaqlar 3-ün özünə də bölünür. Baxın, burada A üstəgəl 3 də var. Deməli, 1-ə həm də D aiddir. Deməli, uşaqlar 1-ə ardıcılığa görə götürsək, 1-ə C və D. Keçək bunun ikincisinə. Keçdik 30-un ikincisinə. Uşaqlar 30-un ikincisinə necə olur? Baxın, bu ifadəni gəlin olduğu kimi yazaq. İkincisində nə yazaq? Yazaq ki, 4a-nın kvadratı çıx 24ax üstəgəl 36x-in kvadratı. Uşaqlar, bu nəyin kvadratıdır? 2a-nın. Biri mənfi, biri müsbətsə mənfidir. Bu nəyin kvadratıdır? 6x-in. Mötədə xarici kvadrat. Bəli, bunun kvadratı var, bunun kvadratı da var. Birinci, ikinciyə vurmasın. İkincisi bu da var. Deməli, bu oldu 2a çıx 6x. Onda uşaqlar, buradan 2-ni mötədə xaricinə çıxarsa, qalacaq a çıx 3x-a kvadratı. Sadə mötədən içində mötədə xaricinə çıxartdıq. Deməli, bu kvadrat həm 2-nin üzərinə aiddir. Yəni, 2-nin kvadratı bir də vuraq. A çıx 3x-in üzərinə də aiddir. 2-nin kvadratı bizə 4-ü verəcək. Bir də a çıx 3x kvadratı olacaq. Deməli, uşaqlar, bu ifadə nəyə bölünür? A çıx 3x içərlisinə bölünür. Bəli, a çıx 3x içərlisinə bölünür. Deməli, 2 aiddir. Bu variantı 1-ə CD, 2 aiddir bu variantı. Gəlin bunun üçüncüsünə baxaq. Uşaqlar, 3-də nə deyir? 3-də də deyir ki, deməli 3-dən inəyək. Yenə 2-2 qruplaşdıraq. Uşaqlar, bu ikisini bir qruplaşdıraq. Bu ikisinin nəyi çıxardaq mötədə xaricinə? X-i. Qalacaq 3a çıx x çıxaq. Daha doğrusu üstəgəl. Bu ikisindən isə uşaqlar 4-ü çıxardaq mötədə xaricinə. 4-ü 3-ə vur. 3a-ya vur 12-a. 4x-a vur. Bəli, verdi. Eyni olan ifadə 3a çıx x-dir. Yerdə qalacaq x üstəgəl 4 qalacaq. Deməli, 3a çıx x ifadəsi varmı? 3a çıx x yoxdur. Amma x üstəgəl 4 var. X üstəgəl 4 var. Deməli, x üstəgəl 4-ə bəli bölünür. Deməli, 3-ə də aiddir A variantı. Deməli, 30-da oldu 1-ə CD, 2-ə oldu B, 3-ə oldu A variantı. Bu oldu 30-un cavabı. Gəlin, uşaqlar, 31 eynən bunun oxşarıdır. Bunu özünüz yazasınız. Gəlin, nəyə baxaq? 32-yə baxaq. 32-də deyir ki, uşaqlar, bu çoxədlisinin vuruqları A-nı verəcək. Deməli, A nəyə bərabərdir? X çıx 5-in kvadratı çıx 9. 9-da da uşaqlar 3-ün kvadratı kimi baxsaq, nə edərik? X çıx 5-lə 3-ü bir dəfə çıxaraq, bir dəfə də X çıx 5-lə 3-ü toplayaraq. Onda A bizə nə verəcək? X çıx -5, -3, -8-i verəcək, vuraq. Bir də X, uşaqlar, 3-dən də bu 5-i çıxanda -2-ni verəcək. Deməli, A oldu X çıx 8, bıraq X çıx 2. Deməli, deyir bu ifadə, bu çoxəldisinin vuruqları A-dır. Deməli, A-nın vuruqları oldu X çıx 2, bir də X çıx 8. Sonra nə deyir uşaqlar?
Deyir bu çox ədlisinin vuruqları isə şolar B-ni verir. Yəni x kubu çıx 5x-in kvadratı üstəgəl 6x çox ədlisinin vuruqları isə şolar B-ni verir. Onda bu ifadədən x-i mötədə xaricə çıxarsa qalacaq x-in kvadratı çıx 5x üstəgəl 6-ya. Bu bizə B-ni verirsə, gəlin yazaq B bərabərdir. X var. Şolar bu ifadəyə baxaq. Hasili müsbət 6, cəmi mənfi 5 olan ədədlər şolar mənfi 2 ilə mənfi 3-dür. Yəni mənfi 2-ni mənfi 3-ə vur. Mənfi 2-ni mənfi 3-ə vur. Müsbət 6, cəmdə mənfi 5. Bu da şolar bizə verdi B-ni. B-ni də dairəyə aldıq. Sonra deyir ki, qırmızı nə yazaq? Deyir x kvadratı çıx 9. Çox ədlisinin vuruqları isə C-dir şolar. Deməli C nədir? X kvadratı çıx 9-un vuruqlarıdır. Onda şolar yazarıq x kvadratı çıx 9-da 3-ün kvadratı yazarıq. Deməli C-dən olacaq x çıx 3, x üzərinə gəl 3-ə. Bu da oldu bizim C-miz. Gəlin indi şolar baxaq. A ilə B-də gəlin birinci şolar A ilə B-yə baxaq. A ilə B. A ilə B-nin şolar ortaq vuruğu nədir? x çıx 2-dir. A ilə B-nin ortaq vuruğu x çıx 2-dir. Onda x çıx 2-ni hara yazırıq? Baxın bura. A ilə B-nin ortaq vuruğuna. Bəs B ilə C-nin ortaq vuruğu nədir? Baxırıq ki, B ilə C-də ortaq vuruq şolar. x çıx 3-lə B ilə C-nin ortaq vuruğu x çıx 3-lə bu x çıx 3-dür. Demək B ilə C-nin ortaq vuruğuna yazırıq x çıx 3. İndi fikir verin. B dairəsinin içinə baxın. Deməli B dairəsinin içi, B dairəsinin içində nə var? Həm x çıx 2 var, həm x çıx 3 var və burada qalan x-i də hara yazırıq? Yalnız B-yə, yəni yalnız ortaya, bax bura. Yalnız B. Bəs A dairəsinə baxın şolar. A dairəsində nə olur? A dairəsində də olur. Deməli x çıx 2 var, bu x çıx 8 yalnız A-ya aiddir. Burada olur x çıx 8. Sonra C-yə baxaq. Bura C dairəsinin içinə baxın şolar. C dairəsinin içində həm x çıx 3 var, həm də x üzərinə gəl 3. X üzərinə gəl 3-ü də buraya yazırıq. Nə deyir? Deyir çox ədini vuruqları ayırın, ayırdıq. Euler-Venn diaqramını doldurun. Şolar doldurduq. Deməli bura aid oldu x çıx 8, bura aid oldu x çıx 2, ortaya aid oldu bax bura. X aid oldu, bura aid oldu x çıx 3, burada aid oldu x üzərinə gəl 3. Bu da oldu 32-nin cavabı. Keçək növbəti suala. Deməli x çıx 8, x çıx 2, x çıx 3, x üzərinə gəl 3. Bəli, doğrudur. Keçək növbəti suala şolar. Şolar bax bu 33, 32-nin oxşarıdır. Bizə 33 lazım deyir. Gəlin 34-ə baxaq. Şolar 34-ü yazmaq üçün əvvəla neyək? A-nın qiyməti neçədir? A-nın qiyməti 5-dir. Yazdıq 5. Baxaq. A həqiqətən də 5-dir. Sonra B-nin qiyməti, gəlin buradan yazaq. B-nin qiyməti neçə şolar? B-nin qiyməti baxırıq ki, axıra qədər aparıb sola doğru gəlsə 8-dir. Sonra C-nin qiyməti yuxarı doğru gətirib sola gətirsə C-nin qiyməti şolar 2-dir. Və bir də D var. D-nin qiyməti neçə? D-ni də yuxarı doğru gətirib sola doğru getsə yenə şolar D-nin qiyməti 2-dir. Deməli A, B, C, D-nin qiymətlərini bildiksə, gəlin ifadənin özünü yazaq. İfadə nədir şolar? İfadəmiz baxın budur. X üstü A üstə gəl. B-nin üstü C vuraq, bir də x-in üstü D-yə. İndi gəlin şolar A, B, C, D-nin qiymətini yazaq. X-in üstü A, A 5-dir. Üstə gəl. B-nin qiyməti şolar 8-dir. C-nin qiyməti 2-dir. Yəni 8-in üstü 2. Bir də x vuraq, D-nin də qiyməti 2-dir. Bu da bizə x üstü 5 üstə gəl 8 64-ü verəcək, bir də x-in kvadratını. Buradan ən kiçik, hər ikisinə eyni olan ifadə ən kiçik x kvadrat. X kvadratını çıxsaq, x kvadratını şolar x-in kubuna vursaq, üstləri toplasaq x üstü 5-i verir. X kvadratını 64-ə vursaq, 64 x-in kvadratını verəcək. Yazaq x kvadratı vuraq, x kubu 64 nəyin kubudur? 4-ün kubu. Onda bunu müxtəsər vurma düsturu kimi yazsaq, x-in kvadratı x ilə 4-ü bir dəfə toplayırıq. X-in kvadratı çıx 4x, bir dəfə də 4-ün kvadratı 16-dır. Baxın uşaqlar vuruqlarını ayırdıq. Deyir bu çox ədlisini yazın və vuruqları ayırın. Uşaqlar vuruqları ayırdıq. Yəni bu da oldu 34-ün cavabı oldu bu formada. Cavab oldu uşaqlar x-in kvadratı x üstə gəl 4, x kvadrat çıx 4x plus 16. Bu rahat sualdır, elə də çətin deyil və 35 də bunun oxşarıdır. Gəlin növbət suala baxaq. Uşaqlar bax, A-da nə deyir? 36 çox asandır. Niyə? 36-da deyir ki, Euler-Venn diaqramında A çox ədlisini bu şəklə vuruqlara, A çox ədlisi budur. Yəni A çox ədlisi nəyə bərabərdir? X-in kvadratı üstə gəl BX, üstə gəl bir də C-yə. İndi
Euler-Venn diaqramda uşaqlar A dairəsinə baxın. A dairəsində A-nın vuruqları nədir? X çıx 3-dən x üzərinə gəl 3-dür. Deməli A x çıx 3-dən x üzərinə gəl 1-in hasilidir. Onda gəlin bunun mötərizəni vurub atsaq, sol tərəf olduğu kimi saxlayaq. Sağ tərəfi mötərizəni vurub atsaq, x vur x kvadratı, mənfi 3x vur mənfi 3x, 1x, mənfi 2x verəcək. Bir də mənfi 3-ü müsbət 1-ə vursaq, mənfi 3-ü verəcək. Yəni sağ tərəf vurub atsaq, sağla sol bərabərdir. Şöyle baxırıq ki, B-nin yerində mənfi 2-dir. C-nin yerində isə şu olur, mənfi 3-dür. Artıq biz B ilə C-ni tapdıq. Sonra nə deyir? Deyir, B çoxluğunda isə bu çoxəldisinin vuruqları verilib. Deməli, B çoxəldisi nədir? Deməli, B çoxəldisi də x kvadratı üzərinə gəl mx üzərinə gəl n-dir. Həm də B dairəsinin içinə baxsaq, B dairəsi nə formada vuruqlar ayrılıb? X üzərinə gəl 1 ilə x üstə gəl 8. Yəni x üstə gəl 1-i x üstə gəl 8-ə vursaq yenə B-ni verəcək. Yenə sol tərəf saxlayaq. Bu sağ tərəfi vurub atsaq olacaq x kvadratı 1x 8x 9x verəcək. Bir də 1-i 8-ə vur 8. İndi baxaq. Burada m-in yerində şu an 9-dur. Və n-in də yerində müsbət 8-dir. Bu oldu n-in qiyməti, bu da oldu m-in qiyməti. Gəlin b-ni də burada yazaq. B-si mənfi 2-dir, c-si də mənfi 3-dür. Və bizdən nəyə soruşur da baxın, deyir bu ifadənin qiymətini tapın. Yəni b vuraq m, üstə gəl c vuraq n-i tap. İnşallah b-nin qiyməti mənfi 2-dir. M-nin qiyməti 9-dur. Üstə gəl. C-nin qiyməti mənfi 3-dür, vuraq. N-in qiyməti 8-dir. Mənfi 2-ni 9-a vur, mənfi 18. Mənfi 3-ü müsbət 8-ə vur, mənfi 24. 2 dənə mənfi olanda toplanır 42. Qabana bir dənə mənfi atırıq. Deməli, bu ifadənin qiyməti neçəymiş? Mənfi 42. Bizdən nəyi soruşur? Elə B-mi üstə gəl C-nin ifadəsinin qiymətini tap, cavab oldu mənfi 42. Bu da oldu uşaqlar 36-nın cavabı mənfi 42. Və 37 də eynən bunun oxşarıdır. Keçən növbət suala. Gəlin uşaqlar 36-ya baxaq. 36-da nə deyir? Deyir, bu çoxəllisinin vuruqları uşaqlar A-dır. Yəni A nəyə bərabərdir? Deməli 6x kubu y-in kvadratı üstə gəl x kvadratı y-in kubu bir də çıx x y 4-ə. Uşaqlar A-nın necə vuruqlarını ayıraraq ortadakını yenə parçalayarıq. Uşaqlar burada əmsal heç nə yoxsa 1 var. 1-i necə parçalayaq? 3 çıx 2 kimi parçalasaq 6-dan 3-dən 3-ü çıxarsaq 2-nin 1-ə, mənfi 2 ilə mənfi 1-dən də mənfini çıxarsaq yenə 2-nin 1-ədir. Deməli yazdıq. A nəyə bərabərdir? 6x-in kubu y-in kvadratı x kvadrat y kubunu belə yazırıq. Müsbət 3x kvadrat y kubu çıx 2x kvadrat y kubu. Baxın, bunu belə parçaladıq. Yəni 3x kvadrat y kubundan 2x kvadrat y kubunu çıxsaq yuxarıdakı 1x kvadrat y kubunu verir. Və sağdakını da olduğu kimi yazdıq. Baxın, bu ifadədən bayaq 6 ilə 3 altdan 1 xətt çəkdim. Bu mənası nədir? Buradan 6-dan 3-dən 3-ü çıxarsaq 2-nin 1-ədir. Mənfi 2 ilə də mənfi 1-in qabağından 2 xətt çəkdim. Bu mənası nədir? Bunun da mənası odur ki, mənfini mötədə xaricinə çıxarsam yenə 2-nin 1-ədir. Yəni 2-2 qruplaşdıraq. Bu ikisindən uşaqlar nəyi çıxardarıq? 6 ilə 3-ün içində 3-ü x kvadratın x kubundan kiçik x kvadratı, bir də y kvadratın y kubundan da y kvadratını çıxarırıq. Burada qalacaq 2x, bir də y-dən bir dənə. Və bu ikisindən də uşaqlar həm mənfini çıxararıq, həm də hər ikisinə eyni olan x-dır, bir də y-in kubudur. Burada da qalacaq 2, x-dan bir dənə, y yoxdur və buradan çıxacaq x var, y-dən bir dənə. Və mənfini mötədə xaricinə çıxaranda bu müsbət olacaq. Çünki mənfi müsbətə təsiri yuxarıdakı mənfi olacaq. İnşallah hər ikisinə eyni ifadə olan nə var? 2x üzərinə gəl y var. Yəni 3x kvadrat y kvadratı çıx x y-in kubu, bir də bu ikisini mötədə xaricinə çıxarsaq bir də olacaq 2x üzərinə gəl y. Yəni 2x üzərinə gəl y çıxarsaq bir dənə bu qalacaq, bir də bundan bu. Bir də bundan bu qalacaq. Bunların fərqi. Bu bizə verdi uşaqlar A-nı. Gəlin neynəyək? Bunu silək, bunu yuxarıda yazaq. Bunu silək. Deməli, yuxarıda nə yazaq? A-nın yerində nəymiş? A-nın yerində deməli 3x kvadratı y kvadratı çıx x y-in kubuymuş.
Və bizdə 2x üzərinə gəl y imiş. Şöyle görək yenə çıxarmaq olurmu? Əslində yenə çıxarmaq olur. Çünki bu ifadənin özündən də çıxarmaq olur. Nəyi çıxarmaq olur? Hər ikisində x var. Hər ikisində y kvadratı var. Onda x, y kvadratını çıxarsaq, burada qalacaq 3. X-dan bir dənə, y yoxdur. Burada da qalacaq y-dən bir dənə. Bir də 2x üzərinə gəl y. Onda bunu silək. A-nı yerinə formaya nə yazaq uşaqlar? A-mız olsun. Deməli, x, y kvadratı 3x çıx y. Bir də 2x üzərinə gəl y. Bu bizim A-mızdır. Darıyalaq, saxlayaq. Sonra keçək B-yə. Sonra nə deyir uşaqlar? Buranı da silək. Bax, sonra deyir ki, bu ifadənin çoxadının vuruqları isə B-dir. Yəni, B nəyə bərabərdir? 10x-4 y üstə gəl 3x kubu y kvadratı, bir də çıx x kvadratı y-in kubu. Bəs uşaqlar, bunu necə parçalayarıq? Bunu 2-nin 1-ə parçalasaq alınmayacaq. 2-nin 1-ə parçalasaq alınmayacaq. Ortadakını parçalamalıyıq. 5-in 2-yə parçalaya bilərik uşaqlar. Baxın, 5-in 2-yə parçalasaq 10 ilə 5-dən 5-i çıxarsaq 2-nin 1-ə alınır. Burada bu mənfi 2 ilə də mənfi 1 də mənfi çıxarsa yenə 2-nin 1-ədir. Deməli uşaqlar yazdıq. B bərabərdir 10x-4 y 3x x kubu y kvadratı necə parçalayaq? 5x kubu y kvadratı çıx 2x kubu y kvadratı. Yəni eyni bir hədləri bir-birindən çıxsaq 5-dən 2 çıxanda 3x kubu y kvadratını verəcək və sağdakı olduğu kimi qalsın. Yəni bunu biraz sürətli yazaq. Bu ikisindən nəyi çıxardaq uşaqlar? Sürətli yazaq. Bu ikisindən 5 qalacaq, x-dir 3, bir də y. Burada qalacaq 2, x-dan bir dənə y yoxdur. Burada qalacaq 5x kubu yoxdur, bir dənə y var burada. Sonra bu ikisindən də uşaqlar nəyi çıxardarıq? Mənfini çıxardarıq daha doğrusu. Mənfini hər ikisində olan x kvadratı, bir də y kvadratı. Burada qalacaq 2x, bir də çıx. Daha doğrusu üstə gəl, mənfi müsbətə buranı mənfi verəcək, bir də y. Deməli, hər ikisinin eyni olan ifadə budur. Deməli, yazaq B bərabərdir. 2x üzərinə gəl, y-i də çıxarsaq, burada qalacaq 5x kubu y. Bir də çıx x kvadratı y kvadratına. Gəlin, yenə çıxardaq. Nəyi? Deməli, 2x üzərinə gəl, y vuraq. Və bu ifadədə hər ikisinin eyni olan ifadə bir x kvadratdır, bir də bir dənə y-dir. X kvadrat y çıxarsa, burada qalacaq 5x, y yoxdur və bir dənə y qalacaq. Görək, düzmü yazdıq? Bəli. Deməli, uşaqlar, bu da bizə verdi. Baxın, B-ni. Gəlin, ortada qalan hamısını silək. B-ni də yazaq, darıyalaq. Deməli, uşaqlar, B-miz nəyə bərabərdir? B-miz x kvadrat y-i qabağa ataq. X kvadratı y-i qabağa ataq. Deməli, burada 1 var. Nə? 1, 2x üzərinə gəl, y var. Bir də 5x çıx y var. Y var. Bu da oldu bizim B-miz. Aşağıdakını silək və Euler-Venn diaqramına yerləşdirək. Euler-Venn diaqramını uşaqlar yerləşdirək. Deməli, bu oldu A. Bu da oldu B. İndi uşaqlar, hər ikisində eyni olan nədir? Hər ikisində eyni olan 2x üzərinə gəl y-dir. Bura yazaq 2x üzərinə gəl y-dir. Və bir də hər ikisində eyni olan, baxın, bu x kvadratı y-i necə parçalayarıq? X, y vuraq y kimi. Bəs buradakı x kvadrat y-i necə parçalayarıq? X vuraq y kimi. Onda hər ikisində eyni olan vuruq hansıdır? X, y hasilidir. Bax, qaranı yazıram. Buradakı x, y hasili, burada da x, y hasili. Bir də hər ikisində olan eyni vuruq x, y hasilidir. Onda, bəs yalnız A-ya aid olan nədir? Yerdə qalan bu 3x çıx y-lə yalnız A-ya aiddir. Bir də şola bax, bir dənə y-in biri. Bu da A-ya aiddir. Bəs burada B-yə aid olan nədir? Deməli, x, y hər ikisinə aiddir. Burada bir dənə B-yə aid olan, yalnız B-yə aid olan bir x-dir. Bir də yalnız B-yə aid olan şolar, baxın, 5x çıx y-dir. Bu da oldu bizim Euler. Deyir A və B nə deyir? Deyir çox hədləri vuruqları ayırın və Euler-Venn diaqramını doldurun. Uşaqlar, doldurduq. Cavab oldu bu formada. Y 3x çıx y, x, y, 2x plus y, x, 5x çıx y. Biri yuxarı. Məsələn, bu yuxarıda aşağıda olsa fərqi yoxdur, eyni şeydir.
Bu da oldu 38-in cavabı. Görək düzdürmü? Bəli. Diqqətlə baxaq. X, Y, 2x plus Y, x, 5x çıx Y. Bəli, doğrudur. Keçən növbət suala baxaq. Və uşaqlar 39 eynən bunu oxşarıdır. Gəlin bizə nə deyir? Bax deyir S2, 40-ı bir dənə hasant yolu budur. S2 deyir nəyə bərabərdir? 2x-in kvadratı üstə gəlir 7x, bir də üstə gəl 3-ə. Gəlin bunu biraz balacalaşdıraq qələmi. Bəs S1 nəyə bərabər olar? S1 də bərabərdir. X-in kvadratı üstə gəlir 7x, bir də üstə gəl 12-yə. Uşaqlar bax, bizə nəyi soruşur? Deyir, buradakı A-nı X ilə ifadə elə. Bax, bura A-dır. A-nı X ilə ifadə elə. Yəni A bərabər suala. A-nı X ilə ifadə elə. Uşaqlar, biz, bax, burada düzbucaqlıdır. Düzbucaqlıdır. Bu da düzbucaqlıdır. Bu da düzbucaqlıdır. Düzbucaqlıdır. Bu da düzbucaqlıdır. Yəni 90-90. Bizə nə lazım? Bax, buranın sahəsini biz bilmirik. Buraya yazaq S3. Uşaqlar, S1 ilə S3-ü toplasaq, diqqətlə baxın, S1 ilə S3-ü toplasaq, bizə nəyi verəcək? Ümumi böyük düzbucaqlının sahəsi, yəni S2-ni. S1 düzbucaqlısı ilə S3 düzbucaqlısını toplasaq, böyük düzbucaqlının sahəsini verəcək, yəni S2-ni. Bəs biz buradan S3-ü tapsaq, S3 nəyə bərabərdir? S1-i sağa aparsaq, uşaqlar, mənfi S1 olacaq. Gəlin bir neyini? S3 bərabərdir. Aparaq bu S2-nin yerinə nə yazaq? Yuxarıda S2-nin qiyməti var. S2-nin qiyməti baxın budur. Yazaq 2x kvadratı üstə gəl 7x, bir də üstə gəl 3. Çıx. Bəs S1-in qiyməti nədir? Uşaqlar, S1-in də qiyməti baxın burada var. S1-in də yerinə yazırıq. X-in kvadratı üstə gəl 7x, üstə gəl 12-ni. Yəni uşaqlar, S3-ün sahəsi bu S2-nin sahəsindən, bu S2-nin sahəsini çıxsaq, yəni yuxarıdakından aşağıdakını çıxsaq, bizə S3 verəcək. Gəlin mötərizəni açaq. Əslində belə də çıxmalıdır. Necə çıxmalıdır deyim sizə. Mötərizəni açıb da çıxa bilərsiniz. Altılla da çıxa bilərsiniz. Eyni şeydir. Məsələn, 2x kvadratını, 1x kvadratını çıx və yaxud da bundan bunu çıx, 1x-in kvadratı. Sonra 7x-dan uşaqlar, aşağıdakı 7x-i çıx, yəni bu 7x-dan bu 7x-i çıxanda 7x-lar gedir. Sonra bir də bu müsbət 3-dən 12-ni çıxanda mənfi 9-u verir. Yəni bu 3-dən bu 12-ni çıxanda mənfi 9-u verir. Burada da oldu mənfi 9. Deməli S3 nəyə bərabər uşaqlar? Burada x kvadratı çıx 9-un yerinə yazırıq. 3-ün kvadratı, deməli S3 də bərabərdir. X çıx 3-ə, bir də x üzərinə gəl 3-ə. Fisiyo uşaqlar, bax bizə lazım bu S3-ü tapmaq. İndi buranı sildim. Hamısını sildim. İndi diqqətlə baxın. Buranın sahəsi, bax bura S3 idi də. S3-ün sahəsi nədir? Buranı silək. Bura S3 idi. S3-ün sahəsi nə oldu uşaqlar? X çıx 3, bir də x üzərinə gəl 3. Onda belə çıxır ki, buranın uzunluğu x plus 3-dürsə, buranın eni də x çıx 3 olmalıdır ki, S3-ün sahəsi, yəni düzbucaqlının sahəsi nəyi versin? Enini vuraq uzunluğa. Yəni belə fikirləşin, belə bir düzbucaqlıdır. Buranın enini A-dır. A-nın da yerinə x çıx 3 yazsaq, burada B-dir və yaxud da x plus 3-dür. Onda bu S3-ün sahəsi nə olur? X çıx 3-ü vurarıq x üzərinə gəl 3-ə. Yəni uşaqlar, A-nın yerində nə olmalıdır? Bax, A-nın yerində elə bu olmalıdır. X çıx 3 olmalıdır. Bu onsuz da B burada var. A-nın da yerində uşaqlar, baxın bu olur. X çıx 3. Всё. Deyir, A-nı x ilə ifadə elə. Artıq biz A-nı x ilə ifadə elədik. A-nı x ilə ifadə eləsə, A-nın qiyməti olacaq x çıx 3. Bu da oldu 40-ın cavabı. 40-ın cavabı. 40-ın cavabı uşaqlar oldu bu. X çıx 3. Deməli, bu da oldu 40-ın cavabı. Gəlin sonuncu sualın cavabına baxaq uşaqlar. Sonuncu sualın cavabını yazmamışdan qabaq uşaqlar, mən sizə bunun düsturunu yazım. Düstur necədir? Düstur belədir. Bax, belə bir düzbucaqlı paralelipedimiz var. Nə yada saxlayın? Burada 2 dənə bizə düstur lazımdır. Məsələn, birinci düstur budur. Düzbucaqlı paralelipedin 3 dənə fərqli tili var. Birinə A yazaq, birinə B yazaq. Hündürü tildə, yəni buralarda olsun C. Düzbucaqlı paralelipedin V həcmdir. Həcm nəyə bərabərdir? A vur, B vur, C-yə. Bu həcmdir. Bir də var düzbucaqlı paralelipedin tam səthin sahəsi. Bu da bərabərdir. 2 vuraq mötərizənin içində AB üstə gəl, AC üstə gəl, bir də BC-yə. Baxın, bu da tam səthin sahəsidir. Düzbucaqlının bizə lazımdır həcmi düsturu. Bu həcmdir burada V.
Aşağıdakı tam səthin sahəsidir. Uşaqlar bu düsturu bilməliyik ki, sualın cavabını daha sürətli yazaq. 41-də. Həm də uşaqlar bu sual əvvəlki illər hansısa buraxılışın imtahanda düşmüşdü. Həmin imtahanda bu sualları mən öz qrupuma izahat vermişəm. Eynən bu sual bilməm neçənci ildir. Ya 3 il ya da 2 il bundan qabaq səhv etmirəmsə. Buraxılış imtahanında düşən sualdır. Nə deyir burada? Deyir hündürlüyü 2. Bir dənə düzbucaqlı paralellepiped çəkək. Deyir deməli düzbucaqlı paralellepipedin uşaqlar hündürlüyü neçədir? Hündürlüyü 2'dir. Yəni 1 tili 2'dir uşaqlar. 1 tili olsun 2, hündürlüyü tili olsun 2. Deyir bu paralellepipedin həcmi uşaqlar baxın budur. Əgər bu paralellepipedin həcmi 2x-in kubu çıx 54-sə, burada neyini 2-ni mötədə xaricə çıxarsa qalacaq x kubu çıx 27, 27 3-ün kubudur. Onda biz bunu bir dənə də açsaq olacaq 2 buraq, x çıx 3, bir də x-in kvadratı üstəgəl 3x, bir də üstəgəl 9-a. Deməli bu həcmidir. Yuxarıdakılarını silək. Yuxarıdakıları sildik. Sonra nə deyiş olur? Növbət cümləyə baxaq. Deyir həcmi budur. Çox ədisi ilə ifadə olunur və bu paralellepipedin oturacağın eni 2 çıx 3-dür. Yəni hər hansı bir eni də uşaqlar olsun 2 çıx 3. Deməli burada tilin biri var. 2'dir. Bir til də var. 2 çıx 3'dür. Amma 3-cü tili yoxdur. Bir də burada 3-cü til lazımdır. Yəni B lazımdır. Onda bu düzbucaqlı paralellepipedin həcmi nəyə bərabərdir? Enini, yəni 2 çıx 3'ü vururuq uzunluğa, B'yə. Onu da vururuq hündürlüyə. Həm də paralellepipedin həcmi nəyə bərabərdir? 2 vuraq, 2 çıx 3, həm də x-in kvadratı üzərinə gəl 3x, üzərinə gəl 9. Yəni bu demək ki, ola baxın, burada 2 çıx 3'lər var gedir, burada 2'lər var gedir. Deməli B-nin də yerində uşaqlar bu ifadədir. Yəni biz B-nin yerinə, buranı sildim. Biz bu B-nin yerinə x kvadratı üstəgəl 3x üstəgəl 9 yazsaq, onda düzbucaqlı paralellepipedin həcmi 1 tili 2'dir, 1 tili, baxın 1 tili 2'dir, 1 tili 2 çıx 3'dür, 1 tildə baxın budur. Yəni bu. Bu 3 dənə fərqli tilini bir-birinə vursaq bizə həcmi verəcək. Onda biz düzbucaqlı paralellepipedin 3 dənə fərqli tilini bildik. Yəni A, B, C-sini bildik. Yerdə qalan hamısını silək. Bizdən nəyə soruşur? Düzbucaqlı paralellepipedin tam səthinin sahəsini ifadə edən çox ədədini müəyyən edin. Yəni tam səthinin sahəsini tap. Gəlin belə eləyək. Burada 3 dənə fərqli til var. Bir tili olsun 2. Baxın buradakı 2. Sonra bir tili olsun 2 çıx 3. Yəni bu. Və 3-cü tili də olsun baxın bu. Buna da B yazmayaq da C yazaq özümüzdən. Yəni x kvadratı üzərinə gəl 3x üzərinə gəl 9. 3 dənə fərqli tildə olsun bu. Deyəsən müəllim nə oldu? Burada ilə bunu yazmısınız. Burada gəlin sizi yerlərini dəyişək. Çaşmayasınız deyinə. Deməli bir til olsun hündürlük tili 2. Bir til olsun x kvadrat üzərinə gəl 3x üzərinə gəl 9 və 3-cü tili də 2 çıx 3 olsun. Yəni C-ni də yerinə yazaq 2 çıx 3. Onda uşaqlar düzbucaqlı paralellepipedin tam səthinin sahəsi nə idi? Tam səthinin sahəsi 2 buraq AB üstəgəl BC üstəgəl AC-yə. Onda biz bunu tamamlasaq bu tam səthinin sahəsidir. Bu da nəyə bərabərdir? 2 vuraq. Uşaqlar A-nı B-yə vuraq. Yəni mötəzənin içində 2-ni vuraq. X kvadrat üzərinə gəl 3x üzərinə gəl 9'a vuraq. Üstə gəl B-ni C-yə vuraq. Uşaqlar baxın B-si budur, C-si də budur. Yəni 2 çıx 3'ü də vuraq. B-ni C-yə vuraq. 2 çıx 3'ü vuraq. X kvadrat üzərinə gəl 3x üzərinə gəl 9'a. Bir də üstə gəl A-nı C-yə vuraq. A-sı budur, C-si də budur. Yəni 2'ni də vuraq. A-nı C-yə vursaq 2'ni vuraraq 2 çıx 3'ə. Gəlin yekunu yenə yazaq. 2 vuraq. Burada mötəzəni açsaq bizə verəcək. 2x'in kvadratı üzərinə gəl 6x, 3x'ə vur. 3 2'yə vur 6x, 9 2'yə vur 18. Şöyle bu ifadənin özü müxtəsər vurma düsturudur. Nəyin düsturudur? X kubu çıx, 3'ün kubu, yəni 27'nin açılışıdır. Bir də buradan da mötəzəni açsaq olacaq 2x çıx 6. Gəlin bir də oxşar hədlərə baxaq. X kubundan bir dənədir. Bunu burada yazaq. 2x kvadratından da şu olur. Yenə bir dənədir. Müsbət. Oxşar hədd 6x var. Oxşar hədd. Müsbət 2x var. Başqa var mı? Yox. 6x ilə 2x toplasaq 8x. Müsbət 18 var. Mənfi 27 var. Şu olur. 18-dən 27 çıxsaq mənfi 9. Mənfi 9 ilə də mənfi 6-nı hesablasaq mənfi 15'i verəcək. Təzədən bu bizə tam səthin sahəsini verir. Bir də tam səthin sahəsi yazsaq
mötərizəni açsaq, 2x kubuna vur, 2x'in kubu, 2-ni 2x kvadratına vur, 4x'in kvadratı, 2-ni 8x'e vur, 16x, 2-ni -15'e vur, -30. Все uşaqlar, bu da oldu tam səthinin sahəsi. Bizdən nəyi soruşur tab? Tam səthinin sahəsini ifadə edən çoxədili müəyyən edə. Все uşaqlar çoxədili müəyyən elədik. Deməli, cavab oldu 2x'in kubu üstəgəl 4x'in kvadratı üstəgəl 16x çıx 30'a. Bu da oldu sonuncu sualın cavabı. Deməli uşaqlar, bu da oldu bizim çoxədilin vuruqlara ayrılmasının ikinci bölməsinin izahı. Sağ olun uşaqlar, hələlik.